Kimi ümid edirik ki, biz də bu oyunda gərgin və baxımlı oyunun şahidi olacağıq. Hər halda Tur Zirəyə lazım olan qələbəni qazanmaq üçün mütləq var qüvvələri ilə çalışmalıdırlar. Qarabağsa çempionatın favoriti olduğunu bir daha bu oyunda sübut etməlidir. Bəli, komandalar artıq meydandadırlar, hörmətli tamaşaçılar. Bir-birlərini salamlayacaqlar. Biz isə başlayaq heyətlərlə tamaşaçıları tanış etməyə və öncə meydan sahibi Zirə komandasının heyəti ilə sizi tanış edə, hörmətli tamaşaçılar. Beləliklə Zirə komandasının heyəti qapıda 85 nömrəli oyuncu Kamal Bayramovdur, 37 Yovan Kırneta, 39 Sadiq Quliyev, 13 Aleksandr Şemonayev, 5 Adil Nağıyev, 11 Viktor İgbokey, 33 Diego de Souza, 10 Igor Ivanoviç, 27 Reşad Abdullayev, 32 Luis Alberto Diaz və 9 Nelson Bonilla. Komandanın baş məşqçisi Adil Şükürovdur. Zirə komandası məhz bu 11 ilə bugünkü görüşdə mübarizə aparacaq və Ürfan, buyur, Qarabağ komandasının heyətli tamaşaçılar zəhmət olmasa səni tanış edərdim. Onlar komandanın heyətində 13 İbrahim Şehiç, 2 Qara Qarayev, 5 Maksim Medvedev, 8 Marcos Madera, 11 Elvin Məmmədov, 19 Azər Salahlı, 29 Raydıl Pupon, 32 Elvin Yunusadə, 55 Bədavi Hüseynov, 77 Cavid Tağıyev, 91 Coşqun Diniyev, komandanın baş məşqçisi Qurban Qurbanov. Və hakimlər briqadasına gəlincə, hörmətli tamaşaçılar, görüşün baş hakimi Orxan Məmmədovdur. Yan xətt hakimləri Knyaz Əmraslanov və Kamran Bayramov. 4-cü hakim funksiyasını isə Coşqun Həsənov yerinə yetirəcək. Əlavə köməkçi hakimlərə gəlincə isə bunlar Farid Yusifov və İnqilab Məmmədovdur, hörmətli tamaşaçılar. Beləliklə, görüşün başlaması üçün artıq hər şey hazırdır. Baş hakim Orxan Məmmədov öz köməkçilərindən indi onların da tam hazır olmasını gözləyəcək. Hakimlər briqadası tam hazır olduqdan sonra artıq görüşə start veriləcək. Maçı isə görünür Zirə komandası başlayacaq. Yəni hazırda gördüyümüz mənzərə bizi bunu deməyə əsas verir. Stadionda isə futbolçuların adları təqdim olunur azarkeşlərə. Və bəli, diqqət çəkən bir məqam var. Arenanın o qədər tam dolmaması diqqətdən yayınmır, amma ümid edək ki, qarşıdakı dəqiqələrdə yəni bu cür hal bizim futbolumuz üçün biraz xarakterik bir haldır ki, oyun başladıqdan sonra biraz da keşlər arenaya da gəlirlər və ümid edək ki, qarşıdakı dəqiqələrdə biz bu arenanı tamamilə dolu görəcəyik və nəzərə alaq ki, Azərbaycanı bu Avroliqanın qrup mərhələsində təmsil etmiş Azərbaycan çempionu bir komanda oynayır Qarabağ bugünkü görüşdə. Yəni düşünürəm ki, Qarabağın adına görə ən azından bugünkü görüşdə arenanı tam dolmuş vəziyyətdə görmək istərdik təbii ki. Az öncə qeyd etdiyim kimi qarşılaşmaya Zirə komandası başladı və ilk cəhddə Qarabağın meydançasına doğru irəliləyirlər, amma burada top outdan meydanı tərk edir. İndi isə Qarabağ futbolçuları topu özlərində saxlayırlar. Bir qədər geridə irəliyə doğru çıxmaq cəhdləri var. Komandalar görünür maça sürətli başlayıblar. İndi isə top hələ də Qarabağ futbolçularındadır. Bədavi Hüseynov. Ümumiyyətlə, Pərvez Qarabağın oyununda belə bir ənənə var ki, topu özlərində daha çox saxlamaq və ötürmələrlə belə deyək, qarşılaşmanın və maçın diktə edən tərəfi olmaq istəyirlər. Bəli, bu onlara xas olan bir futboldur bu və hazırda indi Qarabağ həmin o funksiyanı yerinə yetirir. Və Ürfan, bir məsələ istərim diqqət yetirək. Bildiyimiz kimi dekabrın 10-da Qarabağ komandası Avroliqanın qrup mərhələsində sonuncu oyunu keçirdi və necə önəmli bir qarşılaşmaya çıxması hamımıza yaxşı məlumdur. Yəni komanda Anderlechtə səfərdə qalib gəlsəydi o halda qrupdan çıxma şansları var idi və bu baxımdan Qarabağ həmin görüşə kifayət qədər mübariz bir heyətlə çıxmışdı və məhz bu baxımdan amma həmin heyətlə indiki heyəti müqayisə etdikdə start heyətdə müəyyən dəyişikliklərin şahidi oluruq. Yəni bu dəyişikliklər nə ilə bağlı? Zəhmət olması bu arada tamaşaçılara məlumat verək. Yəni Anderlechtlə oyunda meydana çıxan futbolçulardan kim bugün Zirə ilə görüşdə meydanda yoxdur? Görünür ki, Anderlechtlə o çətin oyundan sonra Qurban Qurbanov bəzi futbolçuları istirahət verib. Sözü gedən futbolçular kimlərdir? Dani Quintana'dır, İlqar Qurbanovdur, Richard Almeida və Samuel Armenteros bugün Zirə ilə oyunda meydanda deyil. Təbii ki, Anderlechtlə oyun çox çətin idi. Ümumiyyətlə, Qarabağın Avroliqadakı taliyinə məhz həmin qarşılaşmada aydınlıq gəldi. Qələbə qazanırdı. Təəssüf ki, bu qələbə və futbol sevərləri, azarkeşləri cəmi 2 dəqiqə sevindirdi. Qələbəni əldən verdik, amma buna baxmayaraq Qarabağ baxımlı və gözəl oyunu ilə azarkeşlərin
qəlbində ürək tapdı. İndi isə hazırda Zirənin hücumunun şahidi Rəşad Abdullayevin zərbəsi və Şehiç yerindədir. Bəli, Rəşad Abdullayev o qədər də zərbəsi şey üçün o qədər də təhlükəli olmadı və hücumu quran futbolçu Diego de Souza idi. Souza sürətlə irəlilədikdən sonra topu Rəşad Abdullayev ötürdü və sonuncu Rəşadın zərbəsinin qarşısını isə qapıcı İbrahim Şehiç kəsə bildi və yenidən də Qarabağın növbəti hücum cəhdi top irəliyə göndərilir. Baxaq görək. Pupon o topladı, geri oynayır bir qədər. Elvin Məmmədov sağ cinahdan ötürmə. Burada Coşqun Diniyev topu istədiyi kimi saxlaya bilmədi. Bəli, topu bir qədər səliqəli ram edə bilmədi və indi Zirənin hücumdan çıxma cəhdləri bir nəticə vermir. Bədavi Hüseynov topladı. Elvin Yunuszadə, Qara Qarayev topladı və Maksim Medvedev meydanın özünə aid hissəsində hələ ki Qarabağ topladı. Qarabağın heyətində yer almayan futbolçulardan söz düşmüşkən biz bugün Qarabağın kapitanı Rəşad Sadıxovun adını qeyd etməliyik. Kapitan bugün oyunda yoxdur. Görəsən Qarabağ futbolçuları Rəşad Sadıxovun yoxluğunda nə edəcəklər? Maraqlıdır. Biz yəqin ki bütün bu sualların cavabını 90 dəqiqənin tamamında tapacağıq. Hazırda yalnız Zirənin çərçivəyə dəqiq zərbəsinin şahidi olduq. Top üstünlüyü ola bilər ki Qarabağın tərəfindədir, amma hələ ki kəsərli hücum qurmaq istəkləri baş tutmur. Topla indi Coşqun Diniyev oynayırdı. Qara Qarayev ötürmə. Maksim Medvedev sağ cinahdan hücum qurmaq istəyir. Komanda yoldaşlarına baxır. Coşqun Diniyevlə və Coşqun Diniyev bir qədər geri oynayır. Qara Qarayev. Qarabağ futbolçuları onu görürük. Sürətli oyun tərzinə üstünlük verməyə çalışırlar. Oyunun tempini belə deyək, istədikləri məqamda artıra bilirlər. Düz oyun yenicə başlayıb, artıq 4-cü dəqiqə başa çatdı, amma ümumən Zirənin bugünkü görüşdə bir qədər əvvəlki hücumu nəzərə alsaq, bəlkə də əks hücumlar üzərində oyunu quracağını proqnozlaşdırmaq olar. Bir daha diqqətinizə çatdıraq, hörmətli tamaşaçılar, Zirə bugünkü görüşdə qələbə qazanacağı təqdirdə yarış cədvəlinin ikinci pilləsinə yüksələcək. Yəni Qəbələnin də məğlub olması Zirənin bugünkü görüşdə bir qədər də həvəsləndirib, daha da istək, əzm mübarizə aparacaq. Təbii ki, heç də demək istəmirəm ki, əgər Qəbələ qələbə qazansaydı, o halda Zirənin əzmkarlığı nisbətən aşağı olacaqdı. Qətiyyən belə deyil, amma ümumən Qəbələnin məğlub olması Zirənin, belə deyək, bu işini Zirənin turnir cədvəlində irəliləmə iştahını 1-ə 5 artırıb və heç şübhəsiz ki, bu amil yəqin ki, Zirə futbolçuların oyuna köklənməsinə öz təsirini göstərməmiş deyil. Biz isə az öncə Zirənin ifasında daha bir əks hücumun şahidi ola bilərdik. İqor İvanoviçin sol cinahdan təşkil etdiyi hücum yaxşı sonluqla bitmədi. Qarabağ futbolçuları vaxtında müdaxilə edərək bu hücumun böyüməsinin qarşısını aldılar. Hazırda isə top Zirə futbolçularındadır. Onlar da topu özündə saxlamaqla, belə deyək, oyuna idarə etmək istəyirlər. Bəli, amma Zirə üçün önəmli olan düşünürəm ki, Qarabağı əgər topsuz qoya bilsə Zirə komandası, bu halda öz istəyinə çatmağa yaxın ola bilər. Amma Qarabağın çox çətin olacaq təbii. Qarabağla görüşü təbii ki, topa sahib olma həqiqətən də bu Zirədən böyük bir güc, qüvvə tələb edir. Ən azından amma Qarabağı topsuz qoya bilsələr, bu zaman Qarabağ üçün də çətin olacaq. Çünki Qarabağ top oynamağı sevən, topu sahib olmağı sevən bir komandadır. Ümumiyyətlə Qarabağın təkcə ölkə çempionatında deyil, Avroliqadakı oyunlarının da şahidi olduq. Məhz həmin qarşılaşmalarda Şəmanayevdən səhv var və qapı qarşısına göndərilən top, amma topa kimsə toxunmur. Hələ ki Qarabağın hücum şansı davam edir. Salahlı 19 nömrəli futbolçu geri oynayır Bədavi Hüseynovla və ötürmə, hücum qurmaq istəyi Qarabağda alınmır. Şəmanayev bir qədər əvvəl səhvə yol vermişdi, mövqe səhvinə yol vermişdi və bu Qarabağ üçün kəsərli bir hücum qurmaq şansı yaratdı, amma bu hücumu qapıya yekunlaşdırıcı bir zərbə ilə tamamlamaq mümkün olmadı. Bəli, biz az öncəki fikrimi tamamlamaq istərdim. Qarabağın Avroliqadakı oyunları barədə qeyd edirdim. Həmin oyunlarda da biz şahidi olduq ki, Qarabağ topla oynamağı sevir və topu daha çox özündə saxlayır. Və sonuncu Anderlechtlə oyunda da biz gördük. Hazırda isə Zirənin hücum qurmaq istəyi yenə baş tutmur. Qarabağ hələ ki müdafiədə inamlı oynayır və Zirənin kəsərli hücum qurmaq istəyinə mane olur. Zirə yenidən futbolçular topladılar, növbəti hücumu qurmağa çalışırlar. Kırnetadan ötürmə hazırda kim ötürəcəyinə baxır. Rəşad Abdullayevlə oynadı. Sağ cinahdan Zirənin hücum qurmaq istəyi. Adil Nağıyevdir bu və topu itirdi. Və indi Qarabağın sürətli hücum başlaya bilər. Sol cinahdan sürətli irəliləyir. Kim ötürəcək topu? Cərimə meydançasına daxil olmaq istəyi. Mərkəzə doğru irəliləyir. Zərbə vuracaqmı?
Azər Cavid Salahlı Tağıyev. boş mövqedədir. Ona Və hakim burada qaydanın pozulmadığını bəli, qeyd qayda edir. pozuntusu yox idi bu epizodda. Azər Salahlı ötürmə etmək bəlkə lazım idi. Tamamilə boş mövqedə idi. Ona ötürmə edilsəydi, o halda onun qapı qarşıda daha bir ötürməsi daha təhlükəli ola Topu bilərdi. özündə çox saxladı həmin epizodda Cavid Tağıyev və burada Zirə futbolçuları yenidən topu itirirlər. Ümumiyyətlə Zirə futbolçu oyununa fikir verirsənsə Pərviz, tez-tez səhvlərə yol verirlər. Bu da ola bilər ki, oyunun həyəcanı, xüsusilə də Qarabağla oynamağın asan olmadığını bizə deyir. Və ən əsası Qarabağ futbolçularının da pressingi var. Yəni Qarabağ komandası çox tez rəqibdən topu almağı bacarır. Coşqun Diniyev Elvin Yunusadə ilə oynadı. Bədavi Hüseynov, Madera mərkəz xəttini keçdi. Cavid Tağıyevlə oynadı. Sol cinahdan Qarabağ daha bir hücum qurmaq istəyir Bəli, ki, Azər amma Salahlını düşündü bu epizodda ötürmə. Cavid Tağıyev. Ötürmə bir qədər Uğursuz. qüvvətli alınmışdı. Auto meydan sahibləri yerinə yetirəcək. Hazırda Adil Nağıyev topla dörmə tamaşaçılar. Bu isə bir qədər əvvəlki epizodun təkrarı görüntüyə gəldi. Bir daha izləyək. Adil Nağıyevlə mübarizədə Qarabağın futbolçusu yerə yıxılmışdı, amma hakim bildirir ki, bu epizodda qayda pozuntusu yoxdur. Elvin Məmmədov Madera Madera ilə oynadı. Madera kimi Rəşad oynayacaq? Abdullayev onun qarşısını kəsmək istədi, amma o vaxtında ötürmə edərək komanda yoldaşlarını topla təmin etdi. İndi isə Maksim Medvedev. Maksim Medvedev geriyə oynadı. Komanda yoldaşlarını görmədi və ötürmə edə bilmədi. Qaraqaray və Elvin Yunusadə indi Qarabağın daha bir hücumunu qurmaq istəyir. Sağ cinahda bugün Maksim Medvedevi görürük. Belə müdafiənin sağ cinahında yer alan Medvedev, Yunusadə, Bədavi Hüseynov topa çox rahat şəkildə nəzarət edir Qarabağ futbolçuları. Salahlı, Cavid Tağıyev. Tağıyev yenidən Salahlıya göndərir topu və top itirilir. Adil Nağıyev topu ələ keçirir. Kırneta. Kırneta isə öz növbəsində Sadiq Quliyevlə oynadı. Şemonayev top irəliyə vurur, amma burada onun topu göndərdiyi zonada Qarabağ futbolçulardır. Artıq demək olar ki, son dəqiqə ərzində Zirə komandası özlərinə aid meydan, Bəli, özlərinə meydan- aid hissəsindən çıxa bilmirlər. Bu da görünür ki, Qarabağın həmin pressingi öz effektini göstərir. Hazırda top Zirə futbolçularındadır. Rəşad Abdullayev topu irəliyə doğru göndərir. Nelson Bonilla, Qaraqarayevin pressingi nəticə vermir. Daha bir ötürmə Rəşad Abdullayev cərmə meydançasına daxil oldu. Ötürmə və top hələ də Zirə futbolçularındadır. Nelson Bonilla Təhlükəli keçirdi, çox vəziyyət təhlükəli bir epizoddur. İki futbolçunu keçdi və son anda zərbə vursa da Zirə futbolçuları effektiv alınmadı. Uzaqdan zərbənin qarşısını isə Maksim Medvedev alır. Coşqun Diniyev burada vaxtında topa çatdı və Zirənin daha bir hücumunu zərərsizləşdirdi. Cavid Tağıyev Coşqun Diniyev oynayır meydanın mərkəzində. Kim ötürdü topu? Madeira'da bu. Sağ cinahda Qarabağ hücum qurmaq istəyir. Elvin Məmmədov. Elvin Məmmədov və burada müdaxilə qayda pozuntusu deyildi. Hakim davam işarəsi verir. Zirə futbolçuları fikir verirsinizsə hələ ki özlərinə aid, meydanın özlərinə aid hissəsində oynayırlar. Hücum qurmaqda çətinlik çəkirlər. Bu da sənin az öncə qeyd elədiyin kimi Pərviz meydan sahiblərinin daha çox əks hücumlarda oynamaq istəyindən xəbər verir məncə. Və digər tərəfdən Zirə üçün önəmli olan mümkün qədər oyunun tempini aşağı salmaqdır. Çünki Qarabağ kifayət qədər sürətli oyun tərzinə üstünlük verir. Hələ və ki əgər- buna nail olurlar. Bəli, amma Zirə mümkün qədər oyunun tempini gərək aşağı salsın. Adil Nağıyevlə Rəşad Abdullayevin tək toxunuşlu ötürmələri ilə daha bir hücum istəyi. Hücumun cinahı dəyişir. Şemonayev topladı hazırda. Şemonayevin yerlə irəli ötürməsi. Yenidən top Şemonayevə qayıdır. Və hələ ki Zirə futbolçuları topladılar, hörmətli tamaşaçılar. De Souza ötürməsi ünvansızdır və Bədavi Hüseynov qapıcı ilə oynayır. Şehiç, o isə yenidən Bədaviyə topu qaytarır. Qarabağın özlərinə aid cərmə meydançasının içərisində bir-birlərini ötürmələri adətən onlarda istədiyi kimi alınır. Bəli. Riskə getməyi xoşlayırlar. Hazırda isə Qarabağ hücum qurmaq istəyir. Elvin Məmmədov bu komanda yoldaşlarına baxır. Yanında Maksim Medvedev var. Ona isə Igor Ivanoviç mane olur. Hələ ki Elvin topladı, geriyə oynayır Madera. Yenidən Elvinləri, Elvin irəliləyir, bir rəqibini keçdi Elvin Məmmədov və Və Elvin Məmmədov qaydanı topu pozur. itirdikdən sonra qaydanı pozdu, bəli. Luis Alberto Diaz'e qarşı kobud oynadı bu epizodda Elvin Məmmədov. Topu özündə çox saxladı. Düşünürəm ki, vaxtında
ötürmə etmək lazım idi. Topla çox oynadı və Bəli. sonda qaydanı pozdu. Zirənin hücum cəhdi hörmətli tamaşaçılar. İqbekoy irəliyə vurur topu. Igor Ivanoviç Yenidən İqbekoy və burada səhvə yol verilir. Amma Popon topu ələ keçirmişdi, amma son anda topu itirdi. Hakimsə əlini cibinə atır və qarşılaşmada ilk sarı vərəqə Raydl Popona verilir. Çobuda oyuna görə. görüşün 13-cü dəqiqəsində bəli, ilk sarı vərəqə. Biz isə indi az sonra həmin o epizodun təkrarını izləyəcəyik. Bir Və daha həmin o izləyirik. futbolçunun bu dəqiqə Amma daha öncədən mən qeyd edim, İqbekoy'nin sanki Popona qarşı bir çoburluğu nəzərə çarpırdı, amma hakim həmin epizodu davam işarəsi verir. Çünki İqbekoy tutub çəkirdi Poponu, amma Poponu belə deyək, saxlaya bilmədi. Popon düzü irəlilədi və ardınca isə qaydanı pozdu bu futbolçu. 13-cü dəqiqədə ilk sarı vərəqə Qarabağın futbolçusu Raydl Popona göstərilir. Orxan Məmmədov belə deyək, artıq qarşılaşmanın 13-cü dəqiqəsində əlini cibinə atdı. Bəli, ilk xəbərdarlıq. ümumiyyətlə hakimlər üçün önəmli olan məqamlardan bir nədən ibarət. Yəni ilk dəqiqələrdən sanki futbolçulara nə cür formda deyək ki, düzgün çıxsın, ilk dəqiqələrdəncə özünün meydanda olduğunu, yəni meydandakı varlığını hiss etdirməyə çalışır əksər hallarda hakimlər. Yəni futbolçuları sərt mübarizələrdən çəkindirmək məqsədi ilə. Sadiq Quliyev isə meydandan kənarda həkimlər müdaxilə edəcəklər. Orxan Məmmədov həkimlərə futbolçunu meydandan kənarlaşdırmaq tapşırığını verir. O isə artıq meydana qayıtmağa hazırdır. Zirə futbolçuları cərmə zərbəsini yerinə yetirəcəklər. İqbekoy topu irəli göndərir. Nelson Bonilya istiqamətinə, amma Bonilya oyundan kənar vəziyyətdə idi. Deyəsən, bəli, hər halda hakimin hərəkətdən belə başa çıxdı. Yan xətt hakimi bayrağını havaya qaldırmaqla oyundan kənar vəziyyətdə işarət etdi. Bəli, sərbəst zərbələ top oyuna daxil edildi və Qarabağın növbəti hücum cəhdi hörmətli tamaşaçılar. Madera yeri oynayır, Qaraqarayev topladı. Qaraqarayevin uzun bir ötürməsi Cavid Tağıyev. Sol cinatdan Cavid Tağıyev özünə xas şəkildə cərmə meydançasına daxil olur, ötürmə və istənilən effekti vermir bu Bəli. ötürmə. Zirə futbolçuları vaxtında müdaxilə edərək Yovan təhlükəni Krneta qarşıladı. bəli bu ötürmənin qarşısını kəsdi. Amma Qarabağ out yerinə yetirir hörmətli tamaşaçılar. Madera Adil Salahlı geriyə oynayır, Bədavi Hüseynov. Elvin Günuszadə meydanın mərkəzinə yaxınlaşır. Coşqun Diniyev, Qaraqarayev sağ cinahla oynaya bilərdi, amma geriyə oynayır Elvin Günuszadə ilə yenidən. Bədavi Hüseynov. Bugün Bədavi Hüseynovun belə deyək, üzərinə çox böyük yük düşür. Xüsusilə də Elvin Günuszadə və Bədavi Hüseynov tandemi komandanın stoper rolunu oynayırlar bu gün. Müdafiənin mərkəzində bir yanaşı yer alırlar və baxaq görək bu duet Zirənin hücumlarının qarşısını ala biləcək. İrəli Popon istiqamətini ötürmə. Popon topladı, onun qarşısını kəsirlər. Sadiq Quliyev Poponun yanındadır. Ötürmə edilir, amma bəli, top meydandadır hörmətli tamaşaçılar. Bir anlıqla təsəvvür yarandı ki, top artıq qapı xəttindən çıxıb. Yəni Yalnız küncdən zərbə. indi Rəşad Bəli. Abdullayev topu outdan outa vurub çıxarır və təhlükəni Bir qədər qismən komandası üçün soğuşdurur. soğuşdurur. Qaraqarayev ötürmə Popona və Popon burada topu uğursuz saxladı, amma son anda Zirə futbolçuları bu topu da, bu ötürməni də zərərsizləşdirməyi bacarırlar. İndi isə Zirə futbolçuları əks hücum qurmaq istəyi baş tutur. Bəli, bu Maksim epizodda Medvedev. Diego Dosouza daha yaxşı ötürmə edə bilərdi. Bir qədər qüvvətli etsə Tələsdi ötürməsini. Bəli, Nelson Bonilya artıq hərəkətlənmişdi. Yəni ötürməni Elvin Yunuszadənin üzərindən ona doğru çatdırmaq lazım idi. Cavid Tağıyev hakim bildir ki, qayda pozuntusu yoxdur. Oyunu davam etdirmək lazımdır. Adil Nağıyev onun qarşısını kəsir. Coşqun Diniyevdir. Uzaqdan zərbə və burada zərbə dəqiq qalıb. Bəli, top qapının üstündən keçdi. Bu hücumu Qarabağ qapıya zərbə ilə tamamladı, amma zərbə istənilən kimi alınmır və qeyri-dəqiqdə Kamal Bayramov Zirə komandasının qapıçısı indi komandasının növbəti hücumunu başlamalıdır. Bu isə bir qədər əvvəlki epizodun təkrarı hörmətli tamaşaçılar. Cavid Tağıyev və Sadiq Quliyev mübarizəsində Qarabağın futbolçusu yerdə qalsa da görüşün baş hakimi Orxan Məmmədov qayda pozuntusunun olmadığına işarə etdi. Şemonayev topu meydanda saxlaya bilir. Kamal Amma Abdullayevin zərbəsi çox bir qədər bir də qüvvətli səliqəsiz alınmış. idi. Bəli, Şemonayev üçün bir qədər yüksəkdən edilmişdi bu ötürmə. Nəzərə alaq ki, Şemonayev o qədər də uca boylu bir futbolçu deyil. Popon topladı, topuqla mübarizə aparır Popon və burada arxadan qayda onu itələyirlər. Şemonayev arxadan itələdi futbolçunu. Cərmə zərbəsi təyin edilir. Görüşün
17-ci dəqiqə hörmətli tamaşaçılar. Zirə Qarabağ maçında hələ ki qol yoxdur. Qapı istiqamətində də yalnız çərçivəyə doğru bir təhlükəli zərbə endirilib. Zirənin hücumu zamanı Rəşad Abdullayevin zərbəsi zamanı qapıçı Şuşa heç çətinlik çəkməyən bu topu tutmuşdu. Və hazırda Zirə futbolçuları meydanın özlərinə aid hissəsindən çıxmağa çətinlik çəkirlər. Top itkisinə yol verilir tez-tez. Qarabağın presingi öz Əla bir bəhrəsini ötürmə. verir. İndi Cavid Tağıyevə qarşı Ona doğru, ona doğru ötürmə istənilən kimi alınmır. Coşqun Diniyev topu ələ keçirmək istəyir. Rəşad Abdullayev və son anda Adil Salahlıya dəyən top outdan meydanı tərk edir. Bir qədər tələsmədən outu düşünürəm ki, Zirə üçün önəmli olan tələsmədən outu yerinə yetirmək lazımdır. Çünki dediyim kimi daha aşağı sürətli oyun təklif etməlidir Zirə rəqibinə qarşı. Amma Qarabağ gördüyümüz kimi bunun əksini tətbiq edir. Kifayət qədər sürətli oyun tərzinə üstünlük verir Qarabağ. Qarabağla ümumiyyətlə açıq futbol oynamaq çox risklidir təbii ki. Ona görə də Zirə futbolçuları, eləcə də baş məşqçi Adil Şükürov çox yaxşı bilir. Məsələnin qeyd etdiyim kimi əks hücumlar üzərində oynamaq istəyir, amma hələ ki həmin o əks hücumları qurmaq Zirə futbolçuları üçün istənilən nəticəni vermir. Cavid Tağıyevdir. Meydanın sol cinahından mərkəzə doğru irəliləyir. İki futbolçu ona qarşı və burada qayda pozulur. İki futbolçunun ötəsindən çıxmağa çalışırdı Cavid Tağıyev. Onu qarşı kobudluqla alınır. Qara Qarayev, Elvin Məmmədov topladı. Yenidən Qara Qarayevə qaytarır topu. Elvin, Maksim Medvedev hərəkətlənmişdi sağ cinahlı, amma Elvin onu ötürmə etmədi. Qara Qarayev, Qara Qarayevin sol cinahı ötürməsi Azər Salahlı topa yetişə biləcəkmi? Topa çatdır, amma top meydanı tərk etdi artıq. Out. Ötürmə istənilən kimi alınmadı, amma yaxşı düşünülmüşdü. Bəli, yaxşı düşünülmüş hücum idi. Sadəcə olaraq bir qədər ötürmə elə edildi ki, Azər Salahlı topu meydana saxlamağa çətinlik çəkdi hörmətli tamaşaçılar. Adil Nağıyev out yerinə yetirəcək. Kim ötürəcək topu? İrəliyə Rəşad Abdullayev. Yenidən Adil topu irəli vurur. Boni ilə İqbekoye. Və Qarabağ futbolçuları tezliklə topu ələ keçirdilər. Madeira'da bu. Ötürmə. Cavid Tağıyev oynayır. Cavid Tağıyev geriyə oynayır. Qara Qarayev. Coşqun Diniyev. Elvin Məmmədov və geriyə yenidən. Qarabağ futbolçuları tez-tez müdafiəçilərlə oynayırlar və belə deyək də müdafiəçilər Qarabağın oyununda bir növ qurucu funksiyon yerinə yetirirlər. Bir qədər irələmə mümkün olmadıqda top geriyə qaytarırlar müdafiəçiləri və fikir verirsinizsə Zirə futbolçuları bütöv komanda ilə müdafiəyə çəkilib hörmətli tamaşaçılar. Qarabağ rəqibini meydanın bütövlükdə ona aid hissəsinə sıxışdırmağı bacarıb. Bədavi Hüseynov topladı. Bədavinin ötürməsi yenidən top Bədaviyə qaytarılır. Bədavi kim ötürəcək? Qara Qarayev. Elvin Yunusadə ilə oynayır. Meydanın sağ cinahına. Maksim Medvedev. Elvin Məmmədov oynadı. Elvin İrəlilər cərə meydançasında kimsə yox idi Qarabağ futbolçularından, amma bu baxımdan Elvinin təbii ki irəliyə kiməsə ötürəcək bir çarəsi də yox idi. Ona görə geri ötürmə məcburiyyətində qaldı. Sağ cinahda hücumu alınmayan Qarabağ indi sol cinaha üst tutub. Coşqun Diniyev meydanın mərkəzinə doğru irəliləyir. Ötürmə, Puponu ötürmə etmək olar və burada qayda pozulur. Bəli. Tato Ayağına təmas vardı rəqibin, bəli arxadan kobudluq var idi. Cərmə zərbəsini Qarabağ yerinə yetirəcək hörmətli tamaşaçılar. Episodun təkrarını bir daha izləyirik. Bəli, 32 nömrəli oyunçu Luis Alberto Diaz və ya qısaca olaraq Tato adlandıraq onu. Arxadan rəqibin ayağına təması vardı, qaydanı pozdu. Ayağa durur, həkimin müdaxiləsinə ehtiyac yoxdur və burada Qarabağ futbolçuları öz etirazlarını bildirirlər. Bəlkə də sarı vərəqə istəyirlər. Xüsusilə Orxan Məmmədova bəli etiraz edirlər ki, bu epizodda əlini cibinə atmalı idi. Onların iddiası budur. Amma Orxan Məmmədov onlar kimi düşünmür. Bu yüngül bir toxunuş idi. Yəni hər hansı düşünürəm ki, o qədər də sərt bir qayda pozuntusu deyildi. Sadəcə arxadan toxunuş olduğuna görə bəlkə bəli, bu baxımdan sarı vərəqə hakimdən istəyə bilərdilər, amma təbii ki, hakimin də qərarına çox çılğın şəkildə etiraz etmək olmaz. Əks halda öz qarşısında futbolçu sarı vərəqə görə bilər. Və bu çılğınlığı biz Anderlecht Qarabağ oyununda Samuel Armenteros'un hakimə etirazının şahidi olduq. Həmin o penalti iddiası və hakimə etiraz elədi. Sonrası sarı vərəqə aldı. Hazırda isə zərbə Maksim Medvedevin zərbəsi. Bəli, Boni ilə bu zərbənin qarşısını kəsdi. İndi isə Zirə futbolçuları orta bir şəkildə topu irəliyə doğru ötürürlər. Bu isə Qara Qarayevə bir növ hədiyyə kimi oldu. Madeira
Yenidən Madera, Azər Salahlı. Azər Salahlı Madera oynayır və mərkəzə Qara Qarayevlə oyun var. Qara Qarayev topu kim ötürəcək? Yenidən Madera. Madera. Yenidən Madera və Azər Salahlı. Qısa ötürmələrlə Qarabağ oyunu bir növ rəqibin meydan rəqibi hadisəsinə keçirməyə çalışır. Elvin Yunuszadə topladı, Maksim Medvedev. O da yenidən Elvin oynayır. Hələ ki Qarabağ bu saniyələrdə yalnız ötürmələrlə yadda qalır. Bəli, o qədər də sürətli oyun qurmaq sanki hansısa bir sürətli oyun elementlərini hiss etmirik bu dəqiqələrdə Qarabağda. Qısa ötürmələrlə hücum qurmağa çalışırlar. Buna isə daha çox zirə futbolçuları üçün belə deyək sərfəlidir. Onlar meydanın özlərinin hadisəsində qapanıblar. Buna görə də Qarabağ futbolçuları öz komanda yoldaşlarının boş mövqelərə açılmasını gözləyirlər. Ona görə də ötürmələrlə zirə futbolçularının meydanda səpələnməsinə nail olmaq istəyirlər. Hazırda isə bu istəkləri baş tutmur. Mən düşünmürəm ki, zirə futbolçuları top Qarabağda olan zaman aktiv şəkildə pressing tətbiq edəcəklər, yenə bütöv komanda ilə. Çünki hansısa bir mövqenin boş qoyulması bu böyük bir problemlərə səbəb ola bilər zirədə. Cərmə zərbəsini Coşqun Diniyev yerinə yetirəcək. 91 nömrəli futbolçu. Qarabağ futbolçuları isə cərmə meydançasında aktivlər və burada küncdən zərbə olacaq. Nelson Bonilla idi səhvləmirəmsə bu, bəli. Küncdən zərbə. Qarşılaşmada səhvləmirəmsə ilk küncdən zərbədir və bu küncdən zərbəni Qarabağ futbolçuları yerinə yetirəcəklər. Topu isə Coşqun Diniyev yaxınlaşır. Azarkeşlər isə hələ ki sakitdilər, yəni fəal deyirlər. Amma Qarabağın azarkeşlərini bir qədər fəallarını qeyd etmək lazımdır. Oyun başlayandan xüsusilə də İmarət Tayfa və 1991 fan klublarının fəallığını biz görürük. Zirə komandasının azarkeşləri isə hələ ki susqundular. Hazırda Qarabağın daha bir təhlükəli hücumu, amma son anda Kamal Bayramov topu ələ keçirir. Kim ötürəcəyinə baxdı və yenidən öz komanda yoldaşları ilə oynayır. İqbekoy irəliləyir, onun ötürməsi Tato, yenidən İqbekoy, Şemonayev. Fikir verirsinizsə, Qarabağın futbolçuları top rəqibdə olan zaman dərhal pressing tətbiq edirlər. Yəni bir futbolçunun üstünə ikisi, üçü şığımaqdan çəkinmir. Hətta mərkəz xəttini keçməyi belə aman vermirlər, belə deyək. Autu Şemonayev yerinə yetirəcək. Kim ötürəcəyinə baxır. Tələsmir bir qədər Şemonayev. Hörmətli tamaşaçılar, bir daha nəzərinizə çatdıraq. 16-cı turun 4 görüşü artıq başa çatıb. Inter Sumqayıt 2-3, Kəpəz Rəvan 0-0, Azal Xəzərlənkiran 1-0, Qəbələ Neftçi 0-1 və indi izlədiyimiz Zirə Qarabağ maçı isə hesabat turunun son qarşılaşmasıdır və Zirə bugünkü görüşdə qalib gələcəksə, o halda yarış cədvəlində ikinci pilyə yüksələcək. Hörmətli tamaşaçılar, yox əgər məğlub olacaqsa və ya heç-heçə edəcəksə, bu halda yenə olduğu mövqedəcə qalacaq. Yəni 3-cü pillədə mövqeyini qoruyacaq. Qarabağın 15 oyuna 35 xalı var. Qəbələ 16 oyuna 27 xal toplayıb, ikinci yerdədir. Zirə isə 15 oyuna 25 xal toplayıb və üçüncü sırada qərarlaşır. Qarabağın növbəti hücumunu izləyirik. Maksim Medvedev hazırda topladı. Medvedev topu kim ötürəcək? Qara Qarayev. Qarayev tələsmir. Mərkəzə doğru Madera. Coşqun Diniyevlə oynayır. Azər Salahlı boş mövqeydəydi, amma o Cavid Tağıyevlə oynadı. Yenidən geriyə Qara Qarayev. Qarabağ futbolçuları artıq zirəyə Təhlükə ola bilərində Azər Salahlının ötürməsi qapı qarşısına. Burada Kamal Bayramov yerindədir. Çətinlik çəkmədən Zirənin qapıçısı topu götürdü, hörmətli tamaşaçılar. Və tələsmir. Onu dərhal sürətli, yəni dərhal topu götürən kimi irəli vurmağa da tələsmədi. Gözlədi komanda yoldaşlarının öz mövqelərinə çəkilməsi və yalnız bundan sonra topu oyuna daxil etdi və Medvedev, Yunuszadə. Qarabağ futbolçuları hücumlarda daha çox Puponu topla təmin etməyə çalışırlar, amma Puponu zirə futbolçuları zərərsizləşdirməyi bacarıblar. Belə deyək, hələ ki qarşılaşmanın 27-ci dəqiqəsinə kimi biz bunun şahidiyik. İndi isə Coşqun Diniyev sağ cinahlı oynayır. Elvin Məmmədov. Elvin ötürməsi qapı qarşısına və bu epizodda Kırneta başla yaxşı oynadı və indi Zirə üçün imkan var hücum təşkil etmək. Rəşad Abdullayev top Adil Nağıyevə göndərilir. Adilin ötürməsi Rəşad Abdullayev. Komandanın kapitanı. Souza ötürmə, burada Nelson Bonilla'ya ötürmə. İstənilən kimi alınmır. Elvin Yunuszadə kritik müdaxilə ilə hücumun böyüməsinə mane olur.
İndi Qarabağın hücumunu izləyir hörmətli tamaşaçılar. Elvin Məmmədov hazırda irəliləyir. Elvin ötürməsi bu dəfə də Krnetdə ötürmənin qarşısını kəsib. Pupona ünvanlanmışdı bu ötürmə. Az önce qeyd etdiyim kimi Qarabağ futbolçuları Puponla daha çox oynuyorlar, amma Pupon isə daha çox Zirə futbolçularının bir növ arxasında gizlənməklə yadda qalır hələ ki. Ümid edirik ki, irəliləyən dəqiqələrdə bu hücumçu komanda yoldaşlarının ötürmələrinin hansındasa öz sözünü deyə biləcək. Zirə futbolçuları meydanın mərkəzindədirlər. Şemonayev komanda yoldaşlarına baxır. Luis Alberto Diaz, Igor Ivanoviç və Maksim Medvedev ona qarşı qaydanı pozur. Mən istərdim Pərviz Bombardillərdən bir qədər danışaq. Hazırda Qarabağın Braziliyalı yarım müdafiəçisi Richard Almeida 6 qolla birinciliyi ötən turlarda belə deyək, əldən verdi. Çünki Neftçidən Ruslan Qurbanov və Qəbələdən Aleksey Antonov da artıq 6 qol vurur və bu üç futbolçunun liderliyi var Topaz Premyer Liqasının Bombardilər siyasında. Onlardan bir qol geri qalan Interin futbolçusu Diego Martins isə 4-cü pillədə yer alır. Və nəzərə alaq ki, indiki halda bu Bombardilər siyasında bu oyunda yəni Richard Almeida'nın meydanda olmaması onu deməyə əsas verir ki, böyük ehtimal hələ ki bu Bombardilər siyasında kimsə tək hakimiyyətli olmayacaq. Amma ola bilər ki, irəliləyən dəqiqələrdə biz meydanda Richard Almeida'nı görək. Bəli, yəni bu hətta fərqlənsə də. Fərqlənsə o halda daha təbii ki bir qədər də önə keçəcək. Yəni Bombardilər yarışında önə keçəcək, amma görək baş məşqçi Qurban Qurbanov onu meydana buraxacaqmı? Yeri gəlmişin ehtiyat oyunçular skamyasında kimlər var hörmətli tamaşaçılar? Zirə komandasında 95 qapçı Elməddin Məmmədov, 17 Nicat Qurbanov, 7 Rihayro Mölens, 8 Tərzin Cahangirov, 28 Təmkin Xəlilzadə, 6 Hacı Əhmədov və 96 Elgün Nəbiyev. Bu Zirə komandasının ehtiyat oyunçular skamyasında yer alan futbolçulardır. Qarabağda isə Fərhad Vəliyev, Vüqar Mustafayev, Dani Quintana, İlqar Qurbanov, Richard Almeida, Samuel Armenteros və Mahir Mədətov. Hazırda isə Qarabağ daha bir hücum qura bilərdi. Daha doğrusu Puponun ötürməsi isə Elvin Məmmədova istənilən kimi alınmır və top meydandan çıxır. Qapçı Kamal Bayramov indi komandasının növbəti hücumuna başlamalı. Düşünürəm ki, Zirə müəyyən qədər oyunun tempini aşağı salma mənasında istəyinə çatıb və son dəqiqələr ərzində biz Qarabağın da o qədər də sürətli oyun tətbiq etdiyinin şahidi olmuruq. Bəlkə də bu eyni zamanda Qarabağın özü ilə bağlıdır. Yəni bir komandanın heç şübhəsiz ki, uzun müddət eyni tempdə mübarizə aparması bir qədər çətin olardı. Yəni bu oyunun müəyyən epizodları üzrə baş verir bu sürətli oyun. Bir neçə dəqiqəlik sürətli oyun, ardınca sanki bir nisbi sakitlik, ondan sonra komanda güc yığır, bir qədər dincəlir və yenidən sürətli oyunun tətbiqinə başlayır və ehtimal var ki, ola bilər ki, hissənin sonlarına yaxın Qarabağın növbəti dəfə oyunun tempinin bir xeyli artırılığının şahidi olaq. Hələlik isə qonaq komanda topladı və onların növbəti hücum cəhdi Azər Salahlı sol cinahdadır. Geriyə oynayır Bədavi Hüseynov. Bədavinin ötürməsi Qara Qarayev mərkəz dairəsi içərisində. Yenidən Qara Qarayevə top qaytarılır. Elvin Yunuszadə. Zirə isə bütöv komanda ilə müdafiəyə çəkilir. Hörmətli tamaşaçılar, Diniyev, Elvin Məmmədov oynayır. Elvin ötürməsi kimi olacaq? Elvin özü irəliləyir. Pupon Maksim Medvedevlə oynaya bilərdi, amma o Coşqun Diniyev bu topu ələ keçirir. Bəli, Diniyev bəncə ötürməliydi o topu. Ötürməli yox, ümumiyyətlə qarşısını kəsməməlidir. Çünki Maksim Medvedevə top gedirdi. Uzaqdan qapıya zərbə indirilir və qeyri-dəqiqdir. Top qapının üstündən keçir. Zərbəni indirən futbolçu da Coşqun Diniyevdir. Və bir qədər əvvəlki hücum zamanı Coşqun Diniyev zənnimcə, yəni buradan belə görünür, toxunmamalı. Çünki Maksim Medvedev sürətlə irəliləyirdi və top Maksimə getsəydi o halda daha sürətli bir hücum izləyə bilərdik və mən Maksimə fikir verdim. Coşqun Diniyev bu ötürmənin qarşısını kəsdikdə, topu götürükdə Maksim iki əli ilə başını tutdu, sanki sən nə etdin deyə bir komanda yoldaşına bir mesaj verdi. Çünki müdaxilə olmasaydı Maksim daha sürətli hücum qura bilərdilər. İndi isə top yenə də Qarabağ futbolçularındadır. İrəliyə doğru ötürmə və bu dəfə də ünvansız olur bu ötürmə. Top isə Kamal Bayramova kimi gəlib çatır. Şemonayev. Zirə futbolçuları Qarabağın hələ ki oynamağına belə deyək müşahidə edirlər. Bu da bir növ ola bilər ki, Adil Şükürovun tapşırığı olsun. Hələ ki Zirə futbolçuları elə də irəlidə oynamağa can atmırlar. Yalnız ara sıra hücumlarla yadda qalırlar. Və bu hücumların qarşısında çox tezliklə alınır, yəni onu da qeyd edək. Çünki az qüvvə ilə hücum atırlar. Bəlkə də buna görə Qarabağ müdafiəçilərinin bu hücumların qarşısını almağı
onu çətinlik çəkmirlər. Amma Səbəb böyük qüvvə ilə irəli atılsalar, yəni bu Qarabağ üçün top ələ keçirən zaman sürətli əyak hücum qurma mənasında Qarabağa sərf edər və bu baxımdan Zirə o qədər də çox böyük olmayan bir qüvvə ilə hücuma keçməyə cəhd göstərir. Fikir verirsənsə, komanda hücumdadır, amma ən azı 3 futbolçu arxa xəttdə sanki Qarabağın bir futbolçu Puponun yanında Zirənin 2 futbolçusu var. hazırda isə top Zirə futbolçularında idi, amma son anda məhz meydan sahiblərindən out xəttini keçir. Out isə Maksim Medvedev yerinə yetirəcək. Ümumiyyətlə sənin qeyd elədiyin kimi Zirə futbolçuları hücuma atılanda da Qarabağın presingi xüsusi diqqət çəkir. Hətta bir futbolçunun üstünə 2, hətta 3 futbolçu da atılır. Ona görə Zirə futbolçuları hücum qurmaqda çətinlik çəkirlər. Bu da təbii ki, komandanın hücum qurmasında ən böyük maneələrdən biridir. Hazırda isə Şimonayev out yerinə yetirəcək. Komanda yoldaşlarına baxır. Kiminlə oynayacağını ayırd edir və top hələ də Zirə futbolçularındadır. Hazırda isə geriyə oynayırlar. Kamal Bayramovacan top gəlib çatır. Mənim diqqətimi cəlb edən bir məqam Qarabağ azarkeşləridir. Yəni əksəriyyəti üst geyimlərini çıxarıb, hər halda belə görünür ki, oyunun həyəcanı o qədər böyükdür ki, onlar üçün soyuq deyil. Yəni bu onlara soyuq təsir edir. Bəli, onlara soyuq təsir eləmir həqiqətən də. Bir qədər əvvəl də görüntü gəldi Qarabağ azarkeşləri. Ümid edək ki, heç biri bu soyuq dəymə baş verməyəcək və heç biri xəstələnməyəcək. Biz də bunu ümid edirik. Hazırda isə Zirə futbolçuları topu ələ keçirmişlər. Və sarı vərəqə. Haqlı sarı vərəqə idi və rəqibi tutub çəkdiyi üçün. Qarşılaşmada artıq ikinci sarı vərəqədir. Bəli. Və hər iki sarı vərəqə yox, az öncəki sarı vərəqə Radil Puponu idi və artıq meydan sahiblərinin də aktivində bir sarı vərəqə var. Bəli, bu Luis Alberto Diaz'e, Tatoya göstərilir sarı vərəqə, rəqibi tutub çəkdiyi formasını üçün. Bəli, haqlı sarı vərəqə idi və indi Qarabağ cərmə zərbəsi yerinə yetirəcək hörmətli tamaşaçılar. Topun arxasında Qara Qarayevdir. Cərmə meydançasına doğru ötürmə və təhlükəli vəziyyət yaranır. Madeira'nın zərbəsi top qapının yanından keçdi. Ötürmədə isə Bədavi Hüseynov, hətta Elvin Yunusadə də hakimə əllə oyun olduğunu bildirdilər, amma Orxan Məmmədov onların fikirlərini əsassız sayır, davam işarəsi verdi. İzləyək bir daha, epizodun təkrarına baxaq görək nə baş vermişdi. Məhz bu epizodda əllə oyun olduğunu. Bəli, bu epizodda sanki top İqbokey'nin əlinə toxunmuş kimi göründü. Yəni bir qədər belə bir daha bir fərqli rakursdan görüntümüz olsaydı, baxaq, bəli. Bu epizodda sanki top toxunmuşdu Zirənin oyuncusunun əlinə. Amma ola bilər ki, həmin epizodda hakim əlin yəni bədənə yaxın olmasını əsas götürdü. Amma ümumən epizodun təkrarına baxdıqda bəli, top sanki ələ dəymişdi. Amma ola bilər ki, futbolçu üçün hər halda epizoda yaxın olan şəxsə inanır, yəni hakim bu epizodu penalti kimi dəyərləndirmədi. Qarşılaşmanın artıq 35-ci dəqiqəsi oynanılır. Qapılara qol vurulmayıb, qolsuz bərabərlik davam edir. Hazırda isə top Zirə futbolçularından outdan tərk edir. Maksim Medvedev outu yerinə yetirəcək. Kim ötürəcəyinə baxır. Yaxınlıqda Elvin Məmmədov var. O isə Radil Puponla oynayır. Pupon iki futbolçunun əhatəsindən çıxa bilməsə də ötürmə edir və Zirə futbolçuları da bu epizodda yəni qapıcı ilə Krneta ilə qapıcı Kamal Bayramov bir-birlərini sanki başa düşmədilər. Krneta topu götürməsəydi artıq qapıcı Kamal Bayramov topu rahat şəkildə götürə biləcəkdi. Yəni bu baxımdan Krnetanın qapıcıya gedən topu götürməsi bir qədər təhlükəli ola bilərdi. İndi isə Zirənin əks hücumu baş tuta bilər. Rəşad Abdullayev topla dönmə tamaşaçılar. Rəşad mərkəzə doğru meylənlə bir qədər ötürməsini edir İqbokey və çox gözəl bir ötürmə indi. Qapı qarşı göndərilən top təhlükəli ola bilər, amma son anda Qara Qarayev müdaxiləsi var idi. Hücum davam edir hələ ki. Bonilla, Viktor İqbokey və Şemonayev topa son toxunuş. Qarabağ futbolçularından da out. Coşqun Diniyevdən top çıxır. Belə Diego de Souza'nın qapı qarşıda ötürməsi çox təhlükəli alınmışdı bir qədər əvvəl. Və hazırda top bu dəfə Zirə futbolçularından meydanı tərk edir. Out'u Qarabağ yerinə yetirir. Diniyev, Qara Qarayev yenidən. Diniyev və burada Zirə futbolçuları topu oğurlaya bilirlər, amma istənilən kimi alınmır. Top yenə də Qarabağ futbolçularındadır. Maksim Medvedev geriyə oynayır. Elvin Yunusadə, Bədavi Hüseynov. Yəqin ki, ya Azər Salahlıya ya da yaxınlıqdakı Madeira ötürmə olacaq, elə də edir. Mərkəz xəttini keçdi Madeira. Kim ötürəcəyinə baxır. Qara Qarayev, Elvin Yunusadə.
Yaxınlıqda Maksim Medvedev var. Ötürmə məhz sonuncu oldu. Qara Qarayev. Azər Salahlı boşdu. O isə Bədavi Hüseynovla oynayır. İndi Azərlə oynamaq olar yəqin ki, amma Bədavi mərkəzə doğru meylənir, geriyə qaytarır topu Elvin Yunuszadə. Bir anlıq sürət yığsa da Pupon topladı hazırda və Pupon topa nəzarəti itirdi. İgbokoyev və Rəşad Abdullayev Bonilya istiqamətində göndərilən top, müdaxilə var bu epizodda Elvin Yunuszadədən və meydanın mərkəzində qayda pozulur. Madeiraya qarşı qayda pozuntusu qeydə alınır. Orxan Məmmədovun fitini eşidirik. Cərimə zərbəsini isə böyük ehtimalla məhz Qara Qarayev yerinə yetirdi. Bu daha çox ötürmə idi. Madeira sağ cinahda Cavid Tağıyev. Yenidən topu geriyə Azər Salahlı. Qarabağ yenə də ötürmələrlə üstünlüyü ələ almaq istəyir. Onsuz da Qarabağın belə deyək ötürməsi var və burada Coşqun Diniyev topu itirir. Nelson Bonilla hücum qurmaq istəyir. Qarabağ futbolçuları isə məhz burada Qara Qarayev qaydanı pozur. Qarabağ futbolçuları Nelson Bonilla'nın hücum qurmaq istəyini məhz qayda pozuntusu ilə qarşısına alırlar. Amma bir məqamda qeyd edin, Nelson Bonilla bu epizodu yəni tamamilə tək idi. Yəni komanda yoldaşlarından kimsə köməyə gəlmirdi və elə bu nöqteyi nəzərdən Bonilla topa nəzarəti itirməməyə çalışır. Əhatəsində 4 futbolçu var. Kimsə yetişsin, ötürmə etsin, amma yekunda qayda pozulur və indi cərimə zərbəsini meydan sahibləri yenitirəcək. Qayda pozuntusu Zirə üçün bir növ yaxşı oldu. Nəinki həmin o hücum. Hazırda isə cərimə zərbəsi uğursuz yerinə yetirilir. Cavid Tağıyev ötürmə istənilən kimi alınmadı. Dato. Qarabağ futbolçuları topu ələ keçirmək istəyirlər, amma istənilən effekti vermir. Outdan meydanı tərk edir. Yan xəttdən top meydandan çıxır və indi outu meydan sahibləri yerinə yetirəcəklər. Outu yerinə yetirəcək. Ötürmə və ötürmə istənilən kimi alınmır. Top yenə də Qarabağ futbolçularındadır. Bədavi Hüseynov topu uzaqlaşdırılır. Arxadan müdaxilə var idi Pupona və hakim bildirir ki, qayda pozulub. Son dəqiqələr ərzində bir qədər Zirə sanki fəallaşıb, oyunu meydanın Qarabağa aid hissəsinə keçirə bilib. Biz isə artıq ikinci hissənin sonlarına doğru irəliləyirik. Tablodakı sıfırlarsa hələ dəyişməyib. Artıq 40-cı dəqiqə başladı hörmətli tamaşaçılar görüşdə. Zirə Qarabağ maçında gol vurulmayıb 0-0. Qara Qarayev, Elvin Məmmədov. Elvin Məmmədovla oynayır. Yenidən Qara Qarayev, Maksim Medvedevə ötürmə istənilən kimi alınmır. Şimonayev bu topa daha tez çatır və top Zirə futbolçularından meydanı tərk edir. Out, Coşqun Diniyev Madeira ilə oynayır. Azər Salahlı boş mövqeyə açılır, amma Cavid Tağıyev də burada əlverişli mövqeydə idi, amma Madeira ona yalnız indi görür. Qarabağ futbolçuları bütün bu 40 dəqiqə ərzində oynadığı oyunu hələ ki sərgiləyir. Dəyişiklik yoxdur, hücum qura bilmir, istənilən effektiv hücumlarının şahidi olmuruq. Yalnız Zirənin ara sıra əks hücum qurmaq istəyinə şahidik. Topa Qarabağ futbolçuları daha çox sahibdilər. Bədavi Hüseynov indi meydanın özlərinə aid hissəsində Qarabağ futbolçuları oynayırlar və yalnız indi mərkəz xəttini keçir. Qara Qarayev, Coşqun Diniyev, Azər Salahlı ilə oynayır. Pupon boş mövqeyə açılsa da Azər Salahlı geriyə Coşqun Diniyevlə oynadı. Qara Qarayev. Yalnız bir məqam diqqət çəkir. Qarabağ futbolçularının əsas üstünlüyü bu dəqiqələri yalnız topa sahib olma faizindədir. Amma təhlükəli vəziyyətlər baxımından deməzdim ki, hansı bir komandanın digər üzərində bir aşkar üstünlüyü var. Yalnız topa sahib olma nisbətinə görə Qarabağ rəqibindən öndədir hörmətli tamaşaçılar. Amma bu nə hücumların kəsərliyinə, qapılara zərbələrdə hansısa bir formada özünü əyani şəkildə göstərmir. Diniyev. Qarşılaşmanın əvvəlində Rəşad Abdullayevin zərbəsinə Qarabağ futbolçuları yalnız Madeiranın zərbəsi ilə cavab verdilər və belə deyək ki, hələ ki statistik nəticələr də Qarabağın yalnız topla oynamaqda olan üstünlüyündən xəbər verir. Bəli. İndi sağ cinahdan Qarabağın hücumu Coşqun Diniyev və burada vaxtında Zirə futbolçuları müdaxilə edirlər, amma buna baxmayaraq top hələ də Qarabağ futbolçularındadır. Və oyundan kənar vəziyyət bu epizodda Yan hakim bayrağını qaldırır. Bəli. Cavid Tağıyevə ünvanlanmışdı bu ötürmə, amma yan xətt hakim bildirdi ki, oyundan kənar vəziyyət var. Bu dəqiqələri kimi Cavid Tağıyev sol cinahda görürdük, amma hazırda isə o mövqeyini dəyişib sağ cinahda oynayır. Bəli, Pupon da bir qədər sanki daha öncədən biz Puponu meydanın düz sağ cinaha meyilli bir zonasında görürdük, amma indi Cavid Tağıyevin öz cinahını dəyişməsi və bu cinaha
kim gəlib. Hələ ki bu cinahda son dəqiqələr ərzində deməzdim ki, kimsə Azər Salahlı adətən bir qədər hücumların qurmasına iştirak edir. Hələlik isə cərimə zərbəsi yerinə yetiriləcək. Qonaq Coşqun komanda dinləyirdi tərəfindən. bu. Ötürmə gəlir qapı qarşısına və Bonilla qarşıladı. Geri qayıdan top Maksim Medvedevdədir. Medvedev yenidən Diniyevə topu göndərir və daha bir ötürmə cərimə meydançasında. Başla zərbə, qapıya zərbə olacaqmı və son anda Kamal Bayramov və eyni zamanda yan xətt hakimlə bayrağını havaya qaldırmaqla oyundan kənar vəziyyətə işarə etdi. Elvin Günüsadə idi bu. Bəli, Çox bir müdafiəçi oyundan kənar vəziyyətə düşdü. Bir qədər nə qədər paradoksal səslənsə də, amma bu reallıq idi. Bir daha izləyək, bəli, hörmətli tamaşaçılar. fərqlənmək üçün çox yaxşı fürsət əldə etmişdi Qarabağ futbolçuları. Burada Bədavi Bəli. Hüseynov ötürmə etdi. Biz də epizodun təkrarında görürük ki, həqiqətən də Bəli, Elvin Yunusadə bəli, oyundan kənar vəziyyətdə idi. Kamal Qapıcı. Bayramov Topu irəli vurur. Sərbəst zərbə ilə Qara Qarayev Bonilla ilə mübarizə aparır. Qara Qarayev topu komandasına qazandır, amma Şemonayev araya girməklə topu götürdü. Yenidən Bonilla topla hörmətli tamaşaçılar, hissənin sonlarında bir qədər sürət sanki artıb. Rəşad Abdullayev qapıya zərbə indirilir, amma top Bədavi Hüseynova dəyərə geri qayıtdı. Zərbəni indirən futbolçu isə 33 nömrəli oyuncu Bədavi Diego de Hüseynov Souza idi. deyəsən top çox pis dəydi Bəli, ona. çox bərk dəydi ona. Diego de Souza'nın zərbəsi çox qüvvətli alınmışdı və Bədavi Hüseynov sanki bu zərbədən bir qədər müəyyən ağrılar hiss etdi. Qarabağın hücumu. Maksim Medvedev də oynayır sağ cinahda. Maksimin Ötürmə, ötürməsi Coşqun Diniyev, amma top bitirilir. İlbekoy irəli ötürməsi Nelson Bonilla. Topu istədiyi kimi saxlaya bilmir və Elvin Günüsadə Günüsadə bəli. sərt müdaxilə ilə Amma top oynamışdı. altın Yəni burada qayda pozuntusu yox idi. Aşkar şəkildə Elvin Günüsadə top oynamışdı. Hətta Nelson Bonilla stadionun kənarındakı reklam tablolarına da çırpılır. Bilmirəm epizodun təkrarında və yaxud futbol sevərlər Bəli, bir daha izləyək. görüntülərdə. Bəli, təkrardan biz bunu izləyirik. Yaxşı qurtardı Bonilla bu Zədə epizodda. ala bilərdi Bəli. təbii ki. Elvin Məmmədov sol cinaha çəkilib. Görünür ki, Cavid Ağayev Bəli. legionlərini dəyişiblər. Cavid Ağayevə ötürmə isə istənilən kimi alınmır. Şimonayev Übekoyev kimi ötürəcək. Hələ ki, boş mövqedə futbolçulardan yalnız Adil Nağıyev var. Birinci hissənin sonuncu dəqiqəsi başladı yeri gəlmişkən. 45-ci dəqiqə artıq başladı. Baxaq görək görüşün baş hakimi Orxan Məmmədov nə qədər əlavə edəcək ilk yarı. Hansısa bir fasilə olmuyor. Fasilə elə də böyük fasilə yaranmayıb oyunda. Yəni, Yalnız, ən yaxşı halda bir dəqiqə əlavə etmə ehtimalı var yəqin ki. yalnız iki epizodda cüzi fasilə yarandı. O da həmin o Radil Puponun və Sarı vərəqələr epizodunu nəzərdə tutulan, bəli. Həmin o epizodlarda cüzi fasilə yarandı, amma ümumilikdə elə də böyük fasilə yaranmayıb. Ona görə böyük ehtimalla ya bir dəqiqə, hətta dəqiqə də artırmayıblar. Bəli. Out yerinə yetiriləcək hörmətli tamaşaçılar. Qonaqlar top yan xəttdən oyuna daxil edəcəklər. Top Bədavi Hüseynova ötürülür. Bədavi topladı. Qapçı ilə oynayır Şehiç. Birinci hissənin son saniyələri. Hələ ki, 4-cü hakimi də görmürəm. Əlində tablo ümumiyyətlə deyəsən vaxt artılmayacaqdı. Yəni belə görünür. Qarabağ futbolçuları isə hücuma Yox. istəkli deyirlər. Hələ ki, Yalnız görünür indi onlar ilk deyəsən hissəyə əlavə ediləcək. Bir bir dəqiqə. dəqiqə əlavə olunur. Bəli, bir dəqiqə əlavə edildi. Azər Salahlı Elvin Məmmədovla oynayır. Sol cinahdan hücum qurmaq istəyir və burada Adil Nağıyev Elvin Məmmədovun qarşısına alır. Ötürmə edə bilər Rəşad Abdullayevə, amma Madeira bu hücumun qarşısını alsa da top hələ də zirə futbolçularında idi və yalnız indi Qarabağ futbolçuları topu ələ keçirirlər. Elvin Məmmədov meydanın mərkəzinə doğru irəliləmə istəyini alınmır. İbekoyev Rəşad Abdullayevlə oynayır və Rəşada Madeiradan top top out isə 2 yerinə itirəcək. Zirə futbolçuları tələsmirlər. Bəli, yəqin ki, gözləyirlər ki, artıq Adil Nağıyevdir bu. bir neçə saniyədə getsin. Yəni birinci hissə artıq başa çatmaq üzrədir. Bütün diqqətlər görüşün baş hakimi Orxan Məmmədova yönəlib artıq. Əlavə olunmuş bir dəqiqənin son saniyələri də gedir. Artıq son 10 saniyə oynanılır. Top Qarabağ futbolçularındadır. Qarabağ futbolçuları hücuma atılmaq istəsələr də alınmır. İbekoyev Və bu da son. Bu da son. İlk hissə başa çatır. Orxan Məmmədovun fiti və komandalar fasiləyə qolsuz bərabərliklə yollanırlar 0-0. Belə hörmətli tamaşaçılar, biz də qısa fasiləyə ayrılaq və 13-14 dəqiqədən sonra yenidən birlikdə olacağıq.
etmək istədilər, amma buna nail ola bilmədilər. Hələlik isə ilk hissədə mən deyərdim ki, elə də böyük təhlükəli epizodun şahidi olmadıq. Bəli, ümumiyyətlə birinci hissədə qapılar qarşısında hansısa bir real qol vəziyyətləri görmədik biz və baxaq görə, yəni bu birinci hissənin gedişi məşqçiləri nə dərəcə razı salıb, fasilədə hansısa bir əvəzləmələr olacaqmı? Artıq Qarabağ futbolçuları da meydana daxil olurlar və biz əvəzləmə olub olmayacağını gözləyək, hörmətli tamaşaçılar. Düşünürəm ki, böyük ehtimalla əvəzləmələr ola bilər. Hələ ki, məncə heç bir dəyişiklik gözə çarpmır. Həmin futbolçular da meydana daxil olurlar. Bəli, indi Qarabağ komandasında dəyişiklik olacaq deyəsin, hörmətli tamaşaçılar. 10 nömrəli oyunçu Dani Quintana meydana daxil olacaq. Eyni zamanda Zirədə də səhv etmirəmsə əvəzləmə olmalıdır deyəsən. Bir qədər sonra bunu dəqiq biləcəyik. Amma hələ ki biz 4-cü hakimin işarəsini gözləyək. Yəni 4-cü hakim bizə bildirəcək kim meydanı tərk edib, kim mübarizəni davam etdirir. Bəli, Qarabağ Xeyr, əvvəlcə Zirə idi. Zirə komandasında bəli meydana daxil olan futbolçu 28 və 10-11. Deməli, Qarabağ komandasında Elvi Məmmədov meydanı tərk etdi. 11 nömrəli oyunçu, onun əvəzinə 10 nömrəli futbolçu Dani Quintana daxil oldu. Zirəyə gəlincə isə Zirə komandasında, hörmətli tamaşaçılar, 32 nömrəli oyunçu Luis Alberto Dias, hansı ki sarı vərəqəsi vardı, o meydanı tərk etdi. Onun əvəzinə meydana 28 nömrəli oyunçu Təmkin Xəlizadə daxil oldu. Beləliklə, hər iki komandanın heyətində dəyişiklik edildi. Qarabağda Elvi Məmmədovun əvəzinə Dani Quintana daxil oldu. Zirədə isə Luis Alberto Diasin yerinə meydana Təmkin Xəlizadə ikinci hissədə mübarizəni davam etdirəcək. İkinci hissəyə isə Qarabağ futbolçuları başlayırlar və yenə də həmin o senarinin şahidi Qarabağ futbolçuları geridə ötürmələrlə hücum qurmaq istəyirlər. Top ikinci hissədə meydana daxil olan Dani Quintana'da idi və indi o Qara Qarayevlə oynadı və geriyə ötürmə Bədavi Hüseynov. Amma bir məsələni biz qeyd etdik reportajımızın əvvəlində, Zirə komandasının bu görüşdə qələbə qazanacağı təqdirdə o halda yarış cədvəlində ikinci pilyə yüksəlməsi məsələsini. Amma bir məsələ var ki, oyunun bu cür gedişi Zirənin əgər belə davam edəcəksə təbii ki, əvəzləmələrini görə nə dərəcədə özünü doğruldacaq, ümumiyyətlə oyunun hansı xarakter olacaq. Amma birinci hissənin gedişinə əsasən biz bugünkü görüşdə heç-heçə ehtimalının daha böyük olduğunu söyləyə bilərik. Yəni birinci hissədə gördüklərimiz bizə bu fikirləri söyləməyə əsas verir, amma təbii ki, hadisələri qətiyyən qabaqlamaq istəməyizik. Hələ ikinci hissə yenicə başlayıb. Hazırki hesaba görə Zirənin 26 xalı var, Qarabağsa 36 xalla liderdir. Yəni oyun bu hesabla başa çalsa bəli, bu gedişlə Zirə yenə də 3-cü pillədəki mövqeyində qalacaq. Zirə yəni ikinci pilyə yüksəlmə şansını saxlayır, düzdür, amma belə olacaqsa o halda Zirə yenə 3-cü pillədə qalacaq və bir növ irəli gedən yalnız xal fərqini bu hesabla görüş başa çatacaqsa, yalnız Qarabağ bir xal yenidən artıq ən yaxın izləyicisi Qəbələ ilə buna da xal fərqi 8-ə bərabərdir və yalnız bu onun 9 xal fərqini 9-a yüksəltməsi demək olacaq. Halbuki Zirə Qəbələnin və Interin xal itirməyindən maksimum yararlana bilər məhz bu qarşılaşmada qələbə qazanmaqla. Amma buna nail ola bilmir. Qarabağ futbolçuları meydanın mərkəzindədirlər. İkincisi, qonaqlar fəal başlayıblar. Amma Zirə futbolçuları da Qarabağın hücum qurmaq istəyini uğurla qarşısına ala bilirlər. Bəli, ümumiyyətlə birinci hissədə də yəni Qarabağ oyuna aktiv başlamışdı kifayət qədər, amma oyunun müəyyən epizodları üzrə Zirənin bir neçə dəqiqəlik zaman fasiləsində topa daha çox sahib olmaqla hücumlar qurmasının şahidi olduq, amma bu hücumlar heç də rəqibin, yəni Qarabağın qapısı qarşısında təhlükəli vəziyyətə yaranması anlamına gəlmədi. Coşqun Diniyev irəliləyir. Diniyevin sağ cinaha göndərdiyi top hazırda Quintana ötürmə edir və təhlükəli vəziyyət yarana bilər rəqibin cərimə meydançasında, amma bu epizodda Zirə futbolçular yaxşı oynayırlar. Adil Nağıyev təhlükəni sovuşdura bildi və indi Zirənin hücumunu izləyə bilərik biz, hörmətli tamaşaçılar. Amma istənilən kimi alınmır, topu itirir Zirə futbolçuları. Qara Qarayev Coşqun Diniyevlə oynadı. Hücumun cinahı sol cinaha dəyişir. Dani Quintana, Cavid Tağıyevdir səhv etmirəmsə bu. Bəli. Quintana indi topa toxundu, amma son anda topu itirir. İbekoy, Rəşad Abdullayev boş mövqeydədir, ona ötürmək olardı, amma ötürmə alınmır. Və hazırda Zirə futbolçuları meydanın mərkəzində uğrayırlar və burada Qara Qarayev qaydanı pozur. Bəli, Diego De Souza'ya qarşı, 33 nömrəli oyuncu De Souza'ya qarşı kobudluq qeydə alındı. Meydanın Zirəyə aid hissəsində mərkəz xətt yaxınlığında. İndi Zirə futbolçuları cərmə zərbəsi ilə topu oyuna daxil etməlidirlər.
Qara Qarayev Zirənin əks hücum qurmaq təhlükəsini nəzərə alaraq bu qaydanı pozdu. Hazırda isə ötürmə Nelson Bonilla'ya qarşı və onda yenə də Zirə futbolçuları topu itirirlər. Bədavi Hüseynov Elvin Yunusadə ilə oynayır. Sağ cinahda Maksim Medvedev var. O isə Madel ilə oynayır. Meydanın mərkəzində irəliləmə istəyi, geriyə ötürmə. Bədavi Hüseynov yenidən topladı. Elvin Yunusadə, Coşqun Diniyev mərkəz xəttini keçir. Sağ cinahda oynayır. Maksim Medvedev geriyə baxır. Qara Qarayev Və ikinci hissədə meydana daxil olan futbolçu Dani Quintana biz görürük ki, məhz Elvin Məmmədovun olduğu zonada mübarizə aparır. Yəni futbolçuların əvəzlənməsi bir növ taktiki planda hansısa bir dəyişikliyə səbəb olmayıb. Yəni indiki halda geridə qalan ikinci hissənin geridə qalan 4 dəqiqəsi ərzində yəni bunu söyləmək olar. Yəni bir növ Quintana məhz Elvin Məmmədovun olduğu zonada mübarizə aparacaq. Amma Pərviz bir məqamı qeyd edim ki, ilk hissədə Cavid Tağıyev sol cinahda oynayırdı. Elvin Məmmədov isə sağ cinahda oynayırdı. Sonradan qarşılaşmanın hissənin sonlarında mövqelərini dəyişdilər. Elvin Məmmədov sola çəkildi. Hazırda isə biz Cavid Tağıyevin yenidən sol cinahda oynadığının şahidiyik. Dani Quintana isə sənin az öncə qeyd etdiyin kimi Elvin Məmmədovun mövqeyində oynayır. Qara Qarayev geriyə oynayır. Bədavi Hüseynov. Bədavinin ötürməsi Madera. Qara Qarayev mərkəz xətti keçir artıq Qarabağ və Qara Qarayevin ötürməsi Maksim Medvedev ünvanına çatmadı. İndi Zirə komandası hücumu təhlükəli ola bilərdi, amma bu hücum istənilən effekti vermədi. İkinci hissədə meydana daxil olan futbolçu Təmkin Xəlizadə sürətlə irəliləyirdi. Rəqibdən topu uğurlamışdı, amma bu hücum lazım effekti vermədi. Madera Vaxtında müdaxilə etdi Qarabağ futbolçuları. Maderanın ötürməsi top sol cinaha göndərilir. Cavid Tağıyev topladı, onu qarşı kəsdi. Cavid Tağıyev keçmək istəyi baş tutur, ötürmə, amma burada çox qüvvətli alanda ötürməsi. Deso Şimonayev də bu. Bəli, Şimonayev. Yəni kim sonra mövqedə mane Qarabağ olmadı. futbolçuları yox idi. Ona görə də bu ötürmə də istənilən kimi alınmır. Yəni sonu belə deyək Qarabağ üçün heç də yaxşı bitmədi. Hücum qurmaq istəyi amma yenə də Qarabağdadır. Növbəti Qarabağın növbəti hücum qurmaq şansı və zərbə Çox təhlükəli zərbə idi, amma Cavid Tağıyev idi bu. bəli, zərbə təhlükəli idi, amma bir qədər qeyri-dəqiq alındı və qapıcı Kamal Bayramovun baxışları ilə, müşayiəti ilə top meydanı tərk etdi. Epizodun təkrarını bir daha izləyək. Yaxşı düşünmüşdü, düşünürəm ki, Cavid bu epizodda, amma zərbəsi, yəni bu rakursdan hər şey daha aydın görünəcək. Uzaq küncü nişan aldı. Uzaq küncü nişan almışdı, amma zərbəsi bir qədər qeyri-dəqiq alındı. Əgər qol olsaydı o zaman kifayət qədər baxımlı bir qol izləyəcəkdik. Cavid Tağıyev daha çox Kamal Bayramovun bir qədər irəlidə olduğunu düşündü. Ona görə uzaq küncü topu ünvanladı, amma dəqiq, qeyri-dəqiq zərbə idi bu. Ona görə də Qarabağın bu istəyi də baş tutmur. Top isə yenə də Qarabağ futbolçularındadır. Qara Qarayev mərkəzi çərçivəyə daxil olur. Madera kim ötürəcəyinə baxır, ötürmə istənilən kimi alınmır. Cavid Tağıyev Coşqun Diniyev ötürmüşdü, amma Coşqun topu saxlaya bilmədi. İqbekoyenin ötürməsi və qapıcı Şeyç irəli çıxdı. Yaxşı düşündü. Bu epizodda gördüyünüz kimi Igor Ivanoviç topa doğru hərəkətlənmişdi, amma Şeyç vəziyyəti düzgün qiymətləndirmə ilə vaxtında irəli çıxdı və təhlükəni sovuşturdu. Souza'nın ötürməsi Nelson Bonilla'ya doğru ötürmə, amma alınmır və burada Bonilla bəli sərt oynadı bir qədər. Qara Qarayevə qarşı Orxan Məmmədov qayda pozuntusunu qeydə alır. Məhz Qara Qarayev topu oyuna daxil edir. Madera Cavid Tağıyevlə oynayır. Sol cinahdan Qarabağ daha bir hücum qurmaq istəyi mərkəzə doğru irəliləyirlər. Artıq Zirə futbolçuları da pressing tətbiq etməyə başlayıblar. İlk hissədə biz gördük ki, Zirə futbolçuları pressingdə Qarabağı udzurdular. Amma ümumən Qarabağ mərkəz xətti çox rahat keçir. Yəni bunu da qeyd edək. Poponun ötürməsi sol cinaha doğru. Qapı qarşı göndərilən top təhlükəli ola bilərdi, amma son anda Şemonayev də burada təhlükəni sovuşdurur. Qarabağın hücumu isə davam edəcək. Hörmətli tamaşaçılar, Quintana və Şemonayev. Şemonayevdən öncə Zirə futbolçularından topa müdaxilə oldu və bu da Şemonayevin təhlükəni sovuşturmaq üçün bir növ yaxşı şərait yaratdı. Qarabağ ikincisiyə çox fəal başlayıb. Cavid Tağıyevin uzaqdan vurduğu zərbə ilə. Fikir verirsinizsə, hörmətli tamaşaçılar, Qara Qarayev meydanın Zirə ait hissəsində topladı, amma Zirə futbolçularına kimsə onun üstünə gəlmirdi. Yəni pressing tətbiq etmirdi və topu saxladı, ətrafına baxdı, kimi ötürəcəyini müəyyənləşdirdi və yalnız bundan sonra Qara Qarayev ötürməsini etdi. İndi Quintana topladı sağ cəhətdən, hörmətli tamaşaçılar, cərimə meydançası doğru irəliləyir. Alınmadı. Coşqun Diniyevlə ötürmə bir-birlərinə başa düşmədilər. Coşqun Diniyev
Kintana'ya ötürməsi uğursuz alındı. Ümumiyyətlə bu Kintana'nın bu keçidi mənə Anderlecht'in qapısına vurulan qolu xatırlatdı bir anlıq, amma Kintana orada ötürmə etməklə həmin o epizodu bir növ təkrarlamadı. Növbəti hücum cəhdi Qarabağdan Madera. Qara Qarayev topladı hazırda hörmətli tamaşaçılar. Elvin Yunuszadə. Çox rahat şəkildə Qarabağın heyətində yalnız qapıcı İbrahim Şeyçilər və Bədavi Hüseynov meydanın özlərinin ait hissəsindədir və artıq Bədavi Hüseynov mərkəz xəttini keçir. Madera geri oynayır. Bədavi Hüseynov. Elvin Yunuszadə ilə oynayır. Hücumun cinahı sağ cinaha dəyişir. Elvin irəliləyir. Cərmə meydançasına yaxınlaşır. Sağ cinahla oynadı. Maksim Medvedev topladı hazırda. Medvedevin ötürməsi Elvin və topu itirilir. İndi Zirə üçün əlverişli hücum qurmaq imkanı var, amma ki Qara Qarayev yenə də müdaxilə edir və Bonilyanın topu yiyələməsinə imkan verməli. Topu çox tez itirir Zirə. Belə deyək, çətinliklə qazanır, amma çox tez itirir. Qarabağ futbolçuları Zirənin belə deyək, hücumlarını beşiyindəcə boğdu. Və çox təhlükəli bir nöqtənin cərmə zərbəsi olacaq. Hörmətli tamaşaçılar, Pupona qarşı kobudluq var. Cərmə meydançasının həndəvərində kifayət qədər təhlükəli bir nöqtədən. Bir daha izləyək, bəli. Bu epizodda gördüyünüz kimi Sadiq Quliyev qaydanı pozdu Pupona qarşı və cərmə zərbəsini Qarabağ yerinə yetirəcək. Görək, buradan fərqlənmək üçün əla bir imkan var. Sadəcə olaraq cərmə zərbəsini kim vuracağı çox önəmlidir və eyni zamanda, amma ümumən fərqlənmək üçün əla bir nöqtədir. Baxaq görək, bu cərmə zərbəsini kim yerinə yetirəcək. Fərqlənmək üçün Qarabağın, belə deyək, qarşılaşma ərzində ən real epizodlarından biridir. Bəli, yəni nəzərə alaq ki, birbaşa topu qapıya göndərmə imkanı var. Yəni buradan fərqlənmək mümkündür. İndi hazırda Kamal Bayramov canlı səddi qurmaqla məşğuldur. Neçə futbolçu var canlı səddə? 4 futbolçu və üstəlik onların yanında Qarabağın oyunçusu da durub. Yəni Maksim Medvedev ilə Radil Pupon da canlı səddə dırnaq arası kömək edir. Və bundan əlavə daha bir futbolçu yaxınlaşmaq istəyirdi canlı səddə, amma son anda alınmadı. Bəli, indi artıq canlı sədd qurulub, hər şey. Topu deyəsən Kintana yoxsa Coşqun Diniyev. İkisindən biri, amma elə yerinə yetirildi ki, top canlı səddə bəli, çox demək istəməzdim bu sözü, amma həqiqətən də bərbad yerinə yetirildi bu cərmə zərbəsi və top canlı səddə deyərək geri qayıtdı. Bədavi Hüseynov Qara Qarayevdə oynayır. Qara Qarayev geriyə çəkilir. Meydanın mərkəzində bu gün çox işləyir. Komanda yoldaşlarına topla təmin etməyə çalışır. Hələ ki bunun öhdəsindən gəlir deyə bilərik. Bəli, ümumiyyətlə rəqib hücumların qarşının alınmasında Qara Qarayev kifayət qədər böyük həcmdə bir iş görür. Yəni bu heç kimə sir deyil. Dayaq yarımda təşkil mövqeyinə çox inamlıdır. Pupon topladı. Pupon nə edəcək? Ötürmə cəhdi, qarşısı kəsilir və top Zirə komandasındadır. Təmkin Xəlizadə hazırda topladı və Maksim Medvedev topu meydandan çıxarır. Zirənin hücumunun qarşısı alınır. Pərviz, mən istərdim Qarabağın ehtiyat oyunçular skamyasına nəzər salım. Oyuna kim daxil ola bilər? Burada İlqar Qurbanovun görürük, Richard Armeydanı görürük və Samuel Armenterosu da görürük. Bu üç futbolçu Qarabağın oyununa birbaşa təsir edə bilər. Amma hələ ki Qurban Qurbanov bu futbolçuların heç birini oyuna buraxmır. Bəli, yəni bir əvəzləmə edib, bəli, qarşıda vaxt var və yəni ehtimal var ki, bəli, bu futbolçulardan hansısa birini və yəni ikisini ən azından, yəni iki əvəzləmə limitinin olduğu nəzərə alsaq, yəni kimlərsə oyuna daxil edəcək. Yəni qarşıda hələ vaxtımız var. Qarabağın heyətində hələ ki hücumçu Puponun oyunu elə də yadda qalan deyil. Gerdə qalan vaxt ərzində həqiqətən də Pupon əlahiddə bir oyun ilə yadda qalmayıb. Yəni ola bilər ki, onu əvəzləsin. Onu əvəzləmə ehtimalıdır. Bəli, qarşıdakı dəqiqələrdə daha böyükdür və indi Qarabağın növbəti hücum cəhdi hörmətli tamaşaçılar sol cinahdan qonaqlar topladılar. Cavid Tağıyev Adil Nağıyevə keçir ötürmə və burada Zirə futbolçuları Qırneta topu təhlükəni sovuşdura bildi, bəli. Maksim Medvedev sürətlə topa çatır. Təhlükəli oyun var idimi, amma Orxan Məmmədov davam işarəsi verdi. İbekko oyunun ötürməsi sağ cinahda Rəşad Abdullayev. Zirənin hücumunun şahidi cərmə meydançasına daxil olmaq istəyi alınmır. Ötürmə burada. Təmkin Xəlizadə topladı. Təmkinin zərbəsi və çox təhlükəli idi. Yaxın küncə zərbə indirdi bəli bu epizodda Təmkin Xəlizadə. Həqiqətən də çox təhlükəli bir zərbə izlədik. Bəlkə də bu son dəqiqələr ərzində elə bu epizod üçün darıxırdıq sanki. Həqiqətən də qapılar qarşısında hansısa bir təhlükəli vəziyyət yox idi və bir daha izləyək. Həqiqətən də çox təhlükəli idi, amma top çərçivəyə getmədi.
Son anda toxunuş var idi mi orada yoxsa? Yox, toxunuş olmadı, qapıçıdan toxunuş olmadı. Bir daha Maksim. izləyirik. Bəli, Şeyç topa toxunmamışdı. Şeyç ki zərbənin qarşısını almaq istəyən futbolçu bir daha izləyəm, amma buradan daha yaxşı görünəcək. Yox, toxunuş yox idi topa. Mən deyərdim bu epizodda Zirə futbolçuları İbrahim Şeyçi həyəcanlandırmağı bacardılar. Bəli, yəni təhlükəli bir vəziyyət yarandı. Ümumiyyətlə az qüvvə ilə hücuma keçmişdi Zirə komandası. Bir növ Bonilyanın burada hərəkətini mən qeyd etməliyəm ki, indi uzaqdan qapıya zərbə endirilir, qeyri-dəqiqdir. Zərbəni endirən futbolçu Dani Quintana da 10 nömrəli oyunçu. Bir növ Zirənin zərbəsinə zərbə ilə cavab verdi Qarabağ komandası, amma Zirənin hücumu zamanı mən Bonilyanın hərəkətini qeyd etmək istərdim ki, rəqib müdafiəçilərinin diqqətini özünə cəlb etməyə bacardı. Yəni bir növ rəqib müdafiəçilərin başı ona qarışdı və bu isə artıq Təmkin Xəlilzadənin boş mövqeyə çıxması və qapıya zərbə endirməsi nəticələndi. Bədavi Hüseynov öz arxasıca daşımağı bacardı. Bəli. Yəni mərkəz xəttdən Elvin Yunusadə həm də ki Bədavi Hüseynov bir növ başı qarışmışdı Nelson Bonilyaya. Şimonayev sol cinahda ötürmə, təmkin və son anda Maksim Medvedev müdaxilə etsə də, amma top hələ də Zirə futbolçularındadır. Bekoy mərkəz xəttini keçir. Nelson Bonilya uzaqdan. Bonilyanın zərbəsi və Bədavi Hüseynov bu zərbənin qarşısını kəsir. O qədər də zərbə uzaq məsafə idi. Yəni hətta çərçivə getsəydi belə böyük ehtimalla qapıçı onu tutacaqdı. O qədər təhlükə törətməyən bir zərbə idi, amma Bədavi Hüseynov bu zərbənin qarşısını kəsə bildi. Hörmətli tamaşaçılar, Coşqun Diniyev hazırda topladı. İrəliyə doğru getsə də alınmır onun istəyi və geriyə oynayır. Qara Qarayev meydanın mərkəzindədir o. Maderil oynayır. Cavid Tağıyev cərimə meydançasına yaxınlaşır və ötürmə istədiyi kimi alınmadı. Elvin Yunusadə. Qarabağ futbolçuları artıq Zirəni sıxışdırmağı bacarıblar. Hazırki epizoda görə mən bunu deyirəm Pərviz. Belə bir anlıq bir qədər əvvəlki ard-arda qapı istiqamətindəki zərbə mənə nəyə xatırlatdı? Məşhur bir Azərbaycan tamaşasında belə bir deyim var, vur-vurum söhbəti və həqiqətən də əvvəlcə Zirə qapı istiqamətində zərbə ardınca Qarabağdan zərbə indi Qarabağın növbəti hücum cəhdi hörmətli tamaşaçılar təhlükəli ola bilər. Qapı qarşıda ötürmə edilir. Başı zərbə olacaqmı? Yox, imkan verilmədi baş zərbəsindən. Qara Qarayev topladı. Hücum davam edəcək. Madera daha bir ötürmə yəqin ki, gəlir bu dəfə də ötürmə və Şemonayev bu dəfə topu uzaqlaşdırır. Təmkin Xəlilzadə topladı. Out. Top meydanı. Bəli, top Təmkin Xəlilzadə ilə meydanı tərk etdi. Əvəzləmə ediləcək. Əvəzləmə. Nəhayət ki, gözlədiyimiz futbolçulardan biri meydana daxil olur. Richard Almeida meydana daxil olur. Hörmətli tamaşaçılar, meydanı tərk edən futbolçu isə Coşqun Diniyevdir və 20 nömrəli oyuncu Richard Almeida qarşıdakı dəqiqələrdə mübarizə aparacaq. Qurban Qurbanov ağır artilleriyanı belə deyək işə salmaq qərarına gəldi. Baxaq görək. Az öncə biz bunu qeyd etmişdik. Bəli, Richard Almeida komandasının bombardiridir. Yəni onu da qeyd edək. Bu 6 qolu var. Qarabağın ən məhsuldar futbolçusudur. Hazırda Richard Almeida bombardilər siyasında lider olmaq üçün yaxşı fürsət əldə Bəli, edir. meydandadır və əgər qol vuracaqsa bombardilər yarışında da önə keçəcək. Yəni onun hazırda 6 qol vurmuş digər iki futbolçu var. Bu Neftçidən Ruslan Qurbanov və Qəbələdən Aleksey Antonov. Hər üç futbolçunun aktivində 6 top var. İndi Almeida'nın üzərinə böyük yük düşür. Çünki Qurban Qurbanov ona etimad göstərib meydana buraxıbsa, deməli Hücum xəttini gücləndirmə məqsədilə bu addım atılıb. Zirə komandasının hücumu Rəşad Abdullayevin ötürməsi istənilən kimi alınmır və Bədavi Hüseynov. Elvin Yunusadə Rəşadın ötürməsinin qarşısını kəsdi. Bədavi Hüseynov, Madera, Qara Qarayev. Qısa ötürmələrlə Qarabağ artıq topu mərkəz xəttə çatdırdı. Dani Quintana. Sağ cinahdan hücum qurmaq istəyir Qarabağ futbolçuları. Quintana mərkəzə doğru irəliləyir. Ötürmə Pupona, Pupon Almeida ilə oynayacaq. Almeida'nın demək olar ki, epizoda topa ilk toxunuşu Bəli, və qapı istiqamətində zərbə ilə yadda qaldı. Amma Kamal Bayramov bu epizoda nəzarət edirdi. Top hazırda Zirə futbolçularındadır. Yüngül bir duman müşahidə olunur hazırda və bu baxımdan hörmətli tamaşaçılar gördüyünüz kimi bu meydanda da öz təsirini göstərir. Görüntü ilə bağlı sanki yüngül bir duman bir qədər görüntünü çətinləşdirir, amma bu duman o səviyyədə deyil ki, görüntü tam olaraq məhdudlaşsın və Zirə komandasında da oyuncu dəyişikliyi ediləcək və meydanı tərk edən futbolçu 33 nömrəli oyuncu Diego de Souzadır və onun əvəzinə meydana 8 nömrəli oyuncu Tərzin Cahangirov daxil olur. Sanki
Zirənin baş məşqçisi Adil Şükürov Qurban Qurbanovun hansı dəyişikliklərə əl atacağını gözləyir ki, yəni ona əks arqumentlər ortaya qoysun, onun əvəzləmələrinə qarşı o da öz əvəzləmələrini həyata keçirir və buna qədər Diego de Souza 33 nömrəli oyuncu dayaq yarımdəfəçi mövqeyində çıxır rəqib hücumlarının qarşısının alınmasında və Qarabağın heyətində Richard Almeida'nın meydana daxil olması o görünür ki, Adil Şükürov artıq De Souza'nın bir qədər çatdırmayacağını əsas götürərək Tərzin Cahangirovu meydana buraxır. 8 nömrəli oyuncu Tərzin Cahangirov görək qarşıdakı dəqiqələrdə nə ilə yadda qalacaq. Bu epizodda isə Madeira qaydanı pozur. Təmkin Xəlizadəyə qarşı. Hazırda isə top Zirə futbolçularındadır. Təmkin Xəlizadə irələməyə çalışırdı və Maksim Medvedev kəsir. Bəli, topu meydandan çıxarır. Autu Zirə yerinə yetirəcək. Şemonayev autu yerinə yetirir. Komanda yoldaşlarına baxır, kimi ötürəcəyini düşünür. Yaxınlıqda Təmkin Xəlizadə də var. Niyəson Bonilla da var. Şamonay bir qədər gözləyir, yalnız indi ötürməsini etdi. Təmkin Xəlizadə, təmkin ötürməsi cərimə meydançasına və burada Elvin Yunusadə Yunusadə yaxşı oynadı. Maksim Medvedevin hərəkəti isə Richard qayda pozuntusu deyildi. Bəli. Richard Almeida yanında Dani Quintana var. Qarabağın sağ cinahdan irələdiyini görürük. Maksim Medvedev isə sanki hücumçu funksiyasını yerinə yetirir burada. Bəli, Çox və irəli bir qədər çıxıb. cinahda oynayan futbolçu bir qədər mərkəzə doğru da meylənim. Yəni bunu da qeyd edək. Qara Qarayev hazırda topladı. Qaranın ötürməsi Madeira. Hücumun cinahı dəyişilir. Sol cinahda da hazırda top. Madeira Cavid Tağıyevlə oynayır. Qarabağ futbolçuları irəliləmək istəyərək ki, baş tutmur. Top Almeida'dadır. Maksim Medvedev oynayır. Medvedev nə edəcək? Gözləyirik ki, cərimə meydançasını ötürmə edəcək Medvedev, amma geriyə ötürməyə məcburiyyətində qaldı. Madeira. Zirə futbolçuları isə bütün komanda şəklində meydanın özlərinə aid hissəsindələr və belə deyək müdafiəyə qapanıblar. Hazırda Qara Qarayev ötürmə Cavid Tağıyevə. Cavid Tağıyev topu saxlasa da son anda itirir. Almeida'nın müdaxiləsi Qara Qarayev və yenidən Qarabağ futbolçuları topu ələ keçirirlər. Qara Qarayev sağ cinahda Maksim Medvedev var, amma o zərbə indirir və Kamal Bayramov bu topu ələ keçirir. Qapıya doğru məncə istiqamətlənmirdi bu top. Sadəcə olaraq Kamal Bayramov ehtiyatlı oynadı. Bəli, o qədər də yəni zərbə düşünürəm ki, qapıcı üçün çətin deyildi bu zərbənin qarşısını almaq. Hepsi onun təkrarını bir daha izləyirik. Bəli, çərçivəyə də getmirdi zərbə. Bir növ Qara Qarayev Kamal Bayramovun sayıqlığını yoxlamaq istədi. Belə də qiymətləndirmək olar. Qara Qarayev Almeida irəliləyir. Almeida və İbekoy qaydanı pozdu Almeida'ya qarşı. Mərkəz dairənin içərisində qayda pozuntusu var. Qarabağın hücumunun qarşısı kobudluqla alınır. Dərhal top oyuna daxil edilir. Almeida. Cavid Tağıyev boş mövqeydədir. Onunla oynamaq olar. Və yalnız indi ötürmə etmək istədi, amma yubandı və buna görə də bunun cəzasını çəkdi. Amma top yenə də Qarabağ futbolçularındadır. Ümumiyyətlə fikir versənsə Pərviz, Qarabağ futbolçuları topu itirirlər və dərhal da yenidən topu özlərinə qazandırırlar. Zirə futbolçuları hətta nəinki 2-3, hətta 1 saniyə belə topu özlərini saxlaya bilmirlər. Bəli, çox Qarabağdan həqiqətən də topu itirilmiş, topu qazanmaq Qarabağ üçün elə də böyük problem yaratmır. Madeira Bədavi Hüseynevlə oynayır. İbrahim Şehit isə artıq cərimə meydançasından kənardadır. Pupon. Almeida. Maksim Medvedevin ötürməsi və uğursuz. Bəli, burada bir toxunuşlu ötürmə ilə Maksim Medvedev Puponu zərbə mövqeyinə çıxarmağa çalışırdı. Topa çata bilmirdi amma. Bəli, gecikmişdi. Şemonayev geriyə oynayır. İbekoy. Sadiq Quliyev, İbekoy. Təmkin Xəlizadə. Topu özündə saxladı və İbekoy sürətlə irəliləyir. İndi ötürmə etməlidir. Ötürmə edir dərhal da Rəşad Abdullayev və Rəşad indi topu qəbul etdi. Qarşısında Azər Salahlı var. Rəşad topladı. Rəşadın ötürməsi hücum yarımçıq qaldı. Vaxtında müdaxilə var idi. Azər Salahlı burada vaxtında müdaxilə edərək hücumun böyüməsinə mane oldu. Ötürməni qeyd etmək istərdim. İbekoy'un çox gözəl ötürməsi oldu Rəşad Abdullayeva. Dani Quintana irəliləyir. Şemonayev onun qarşısındadır. Quintana'nın ötürməsi Pupon. Geriyə qapıya zərbə indirilir və top qapının üstündən keçdi. Zərbəni endirən futbolçu Madeira idi, 8 nömrəli oyuncu, amma onun zərbəsi qapıya qeyri-dəqiq zərbə ilə yadda qaldı, hörmətli tamaşaçılar. Qüvvətli idi, amma dəqiqliyi çatmadı. Bir daha izləyirik.
Popon bu epizodda Madeiranı zərbə mövqeyinə çıxardı və sonuncu qapıya birbaşa zərbə endirildi, amma qeyri-dəqiq. Zirə futbolçuları daha çox Quintana'ya topun ötürüləcəyini gözləyirlər. Ona görə də Madeiranın boş mövqedə olmağını nəzərdən qaçırmışdılar, amma Qarabağ futbolçuları da bunu oxudular və ötürməni etdilər. Hazırda isə Zirə futbolçuları hücum qurmaq istəyirlər. Şimonayev, onun yanında Quintana var. Quintana'nın toxunuşu və out. Out isə məhz Şimonayev özü yerinə yetirəcək. Biz isə Quintana'nı görürük. İkinci hissədə meydana daxil oldu. Fəaldır hələ ki, xüsusilə də sağ cinahda Qarabağın hücumlarının qurulmasında xüsusi rol oynayır. İvanoviçin ötürmə cəhdi və Qara Qarayev. Xatırladaq ki, Igor Ivanoviç Qarabağın qapısına artıq bir dəfə yol tapıb. Bəli, birinci dövrdə keçirilən görüşdə, hansı ki Qarabağ 4-1 hesabı ilə qalib gəlmişdi. Həmin görüşdə Zirənin yeganə qolunu Igor Ivanoviç vurmuşdu yeri gəlmişkən. Həmin görüşdə qol vuran futbolçulardan biri isə məhz 20 nömrəli futbolçu Richard Almeida'dır. 2 dəfə Zirə azarkeşlərini məyus etmişdi. Hazırda isə Zirə futbolçularından zədələnən var. Richard Almeida orada Kobuda oynadı. Və bu hərəkətinə görə də Təmkin Xəlilzadədən bir növ üzrxahlıq edir. Orxan Məmmədov isə həkimlərin müdaxiləsinə ehtiyac görmür. Bəli, o dərəcədə ciddi zədə yox idi bu epizodda. Qayda pozuntusunu qeydə almayıb referi, amma out'u Qarabağ futbolçuları xeyr, burada Zirə futbolçuları topu meydandan çıxarmışdılar komanda yoldaşlarının və əvəzləmə olacaq deyəsən indi. Bəli, İlqar Qurbanovdur bu. O kimi əvəzləyir? Maksim Medvedev. Maksim Medvedev. 5 nömrəli oyuncu Maksim Medvedev meydanı tərk edir. Qarabağda artıq. Kapitan sarğısını isə Richard Almeida'ya təhvil verir. Hər üç oyuncu dəyişikliyindən istifadə etdi Qurbanov. Və biz bugün meydanda Samuel Armenterosu görmədik. Dəyişiklik edilir. 5 nömrəli Anderlechtlə çətin oyundan sonra 18 nömrəli düşünürəm ki, Qarabağ komandasının baş məşqçisi Qurbanov bir növ xüsusi yüklənmiş futbolçuları sanki onlara istirahət vermək qərarına gəlib və komanda üçün belə söyləyək, xal fərqi imkan verir ki, hansısa bir nəticədən daha çox futbolçuların qeydinə qalsın. Yəni uzun bir, ağır bir ard-arda keçilən oyunlar, sıx qrafiklə keçilən oyunlar və nəzərə alaq ki, qarşıda bizi yəni ikinci dövrənin daha 2 turu gözləyir. Ondan sonra qış fasiləsi olacaq və bu 2 dövrə ərzində əsas olan Qarabağ üçün bu xal fərqini qorumaq. Ən pis halda xal fərqini qorumaqdır ən yaxın izləyiciləri ilə və bu baxımdan bir sıra digər oyunculara istirahət vermək yəqin ki, yerinə düşər. Qarabağın növbəti oyunlarından istərdim futbol sevərlərə bir informasiyanı çatdırım. Qarabağ 17-ci və 18-ci turda 2 qarşılaşma keçirəcək və hər iki oyun öz meydanında olacaq. Növbəti turda Tofiq İsmayılovla Suraxanı Qəsəbə stadionunda Sumqayıtı qəbul edəcək. Daha sonra isə Qəbələ ilə çətin oyun gözləyir Qarabağı. İkinci dövrənin son turunda Qəbələ ilə oyun olacaq Qarabağın. Və Zirə komandası ilə bağlı vəziyyət, Zirənin növbəti... Zirə komandasının isə 17-ci turda da Zirə məhz bu meydanda Qəbələni qəbul edəcək və mən deyərdim Zirə bugün qalib gəlsə və ikinciliyi qazansa həmin oyunun marağı daha böyük olar. Amma yenə də o oyunun marağı bəli, istənilən halda adı üzərindədir belə deyək. İkincilik uğrunda maraqlı bir mübarizə gedəcək. Və bütün suallara həmin oyunda aydınlıq gələcək. Bəli, ikinci yerin konkret sahibi, yəni bəlli sahibi kim olacaq? Ümumiyyətlə Qəbələni qeyd edək ki, yəni Qəbələ üçün ard-arda çətin oyunlar. Yəni bu gün Neftçiyə məğlub oldu. İndi 17-ci turda Zirənin qonaq olacaq, 18-ci turda isə Qarabağın qonaq olacaq. Yəni Qəbələni qarşıda birinci dövrənin son 2 turunda kifayət qədər gərgin bir oyunlar gözləyir. Xüsusilə də son oyunlarda uğursuz çıxış ilə yadda qaldı Qəbələ. Yalnız Lənkəran səfərində qələbə qazanmaqla azarkeşlərin könlünü aldı. Zirə isə 18-ci turda Azalın qonaq olacaq. Bunu az öncə qeyd etmədim. Və mən Zirə haqqında danışmışkən bir məqamı qeyd etmək istədim Pərviz. Biz oyunun əvvəlində də bu barədə danışdıq. Zirə bu meydanda keçirilən 7 qarşılaşmanın 5-də qələbə qazanıb, 2 görüşdə heç-heçə bitib və hazırda həmin o uğurlu oyunlar seriyası bu hesabı nəzərə alsaq davam edir. Bəli, evdəki məğlubiyyətsiz oyunlar seriyası Zirədə davam edir, hörmətli tamaşaçılar. 7 oyunda 5 qələbə, 2 heç-heçəsi var Zirənin bu meydanda və 8-ci oyunda da hələ ki məğlub durumda deyil Zirə komandası. Sonuncu ev oyununda isə Zirə Xəzər Lənkəran komandasına minimal hesabla
qalib gəldi. Avtogolla vurulan qol sayəsində belə qalib gəldi Zirə. Qarabağ isə sonuncu səfər oyununda Neftçiyə eyni hesabla məğlub oldu. 0-1 hesabı ilə tutmuşdu. Həmin oyunda isə Rəhman Hacıyevin Bəli, çox gözəl bir qol oldu. vurmuşdu cərimə zərbəsindən. Onu da qeyd etməliyik. Ümumiyyətlə Neftçidən belə demək olar ki, Əskər Abdullayevin gəlişindən sonra komandada sıçrayış hiss olunur, irəliləyiş hiss olunur. Biz isə qayıdırıq Zirə Qarabağ maçına. Belə deyək, tura qısa nəzər saldıq. İndi isə oyunda nələr baş verir? Qara Qarayev Hələ ki, müsaadilə oyunu. qol vəziyyətləri baxımından nəzərə alsaq maraqlı heç bir şey yoxdur. Yəni son 2-3 dəqiqə ərzində. Richard Almeida mərkəz xəttini keçir. Cavid Tağıyevlə oynayır. Azər Salahlı sürətlə sol cinahda irəliləsə də Cavid Tağıyev onunla oynamadı. Madeira kimi ötürəcək? Quintana yanında İlqar Qurbanov var. Çox yaxınlar bir-birlərinə. Bir qədər boş mövqe açılmaq lazımdır səhv etmirəmsə və yalnız indi top hələ də Qarabağ futbolçularındadır. İlqar Qurbanov nə edəcək? Cərmə meydançasına Daxil olmaq istədi, amma alınmadı. Fəal qoşulub İlqar Qurbanov oyunu. Ümumiyyətlə İlqar Qurbanov sağ cinahdan sürətli oyunu ilə həmişə yadda qalır. Hücumlara çox qoşulur. Biz hətta Anderlechtlə oyunda da biz bunun şahidi olduq. Təəssüflər olsun ki, İlqar Qurbanov həmin oyunda fərqlənə bilmədi. Amma ümumiyyətlə komandada məğlub olmaqla play-offa çıxmaq şansını əldən verdi. amma Samiyə məğlubdur. Bəli, qapı cərimə meydançasına doğru daha bir ötürmə. Dani Quintana topladı, hörmətli tamaşaçılar. Quintana nə edəcək? Quintana'nın yerlə ötürməsi və top meydan sahibləri tərəfindən ələ keçirilir. Əks hücum Tərzin Cahangirov irəliləyir. Tərzin topu itirdi. Quintanadan kritik bir müdaxilə oldu və topu ələ keçirdi Qarabağ futbolçuları. Richard Almeida topladı, hörmətli tamaşaçılar. Almeida nə edəcək? Kimi ötürəcək? Qara Qarayevlə oynayır. Quintana isə yenə öz ampluasındadır. Hakimə etiraz edir kəskin şəkildə. Ola bilər ki, Orxan Məmmədov onun bu etirazlarını hətta sarı vərəqə ilə də cəzalandıra bilər. Ümumiyyətlə Quintana çox emosional bir futbolçudur. Bunu qeyd etmək lazımdır Pərviz. Amma görünən odur ki, bu oyunun gedişi sanki heç-heçə hər iki komandaya sərf edir. Yəni belə bir fikir gerdə qalan vaxt ərzində söyləmək olar. Zirə müdafiə olunur, Qarabağ hücum edir, düzü topa daha çox nəzarət edir, amma sanki qol vurmaq mənasında Qarabağın çox da böyük canfəşanlıq etdiyini görmürük. Ümumiyyətlə Zirə təbii ki, turnirin lideri və son ölkə çempionu ilə oynayır və ondan xal qazanmağı onun üçün pis nəticə sayılmamalıdır. Təbii pis nəticə sayılmamalıdır, amma nəzərə alsaq ki, qələbə qazandığı təqdirdə turnir cədvəlinin ikinci pilləsinə yüksələcək. Ona görə məncə Zirə futbolçuları daha çox çalışmalılar. Əvəzləmə Zirə komandasında, bu da sonuncu əvəzləmədir. Igor Ivanoviç meydanı tərk edir, hörmətli tamaşaçılar. 10 nömrəli oyuncu və onun əvəzinə meydana 6 nömrəli oyuncu Hacı Əhmədov daxil olur. Artıq hər iki komandada bütün oyuncu dəyişikliklərindən istifadə edildi. Əvəzləmə limiti bitdi hər iki komandada və Zirədə sonuncu əvəzləmə. Igor Ivanoviçin əvəzinə meydana Hacı Əhmədov daxil olur. Və geridə qalan 14 dəqiqə ərzində biz heç bir əvəzləmənin şahidi olmayacağıq. Bəli, sona ümumiyyətlə əvəzləmə saxlamadılar məşqçilər. Erkən edildi bütün əvəzləmələr. Yəni bir qayda olaraq əksər hallarda məşqçilər son 5 dəqiqəyə heç olmasa bir əvəzləmə saxlayırlar bir çox hallarda. Təbii ki, o da futbolçuların zədələnib bəli, yəni və yaxud da ki, vaxt qazanma ehtimalı ola bilərsə, yəni oyunu gelişdə hansısa bir dönüş yaratma zərurəti ortaya çıxarsa, amma indiki halda artıq 77-ci dəqiqədə bütün əvəzləmələrdən istifadə etdilər hər iki komandanın baş məşqçisi. Belə nəticəyə gəlmək olar ki, Adil Şükürovla Qurban Qurbanov bizim kimi fikirləşmir. Təbii, yəni hər bir məşqçinin öz baxışı var, öz oyun fəlsəfəsi var və yəqin onlar nə isə bilirlər ki, bu əvəzləmələri edirlər və Popon istiqamətinin növbəti ötürmə istənilən kimi alınmadı. Madeira topladı. Madeiranın qapı qarşı daha bir ötürməsi və bu dəfə də ötürmənin qarşısı kəsildi. Hücum davam edəcək. Cavid Tağıyev Zirə futbolçularını keçmək istəyi baş tutmur. Son anda topa ələ keçirlər, amma buna baxmayaraq təhlükəli ola bilər və küncdən zərbə. Topa son toxunuş Zirə futbolçularından hörmətli tamaşaçılar. Yovan Krneta topu meydandan çıxarır və künc zərbəsi olacaq. Son dəqiqələr ərzində ümumiyyətlə sonuncu dəfə künc zərbəsi nə zaman yerinə yetirilmiş heç xatirimdə deyil. Cavid Tağıyev topun arxasındadır. Künc zərbəsini məhz bu futbolçu yerinə yetirəcək. Qarabağ futbolçuları rəqibin cərmə meydançasındadılar. Ötürmə
və burada da bu ötürmənin də qarşısı alındı. Korner. İnsə Rəşad Abdullayev əks hücuma çıxa bilər, amma burada Zirə futbolçuları çox azdır. Bəli, çox azdılar və Nelson Bonilla Bonilla. var və yenə də İbekoy hücum cinahı sol cinaha dəyişir. İbekoy yanında Təmkin Xəlizadə var. İbekoy Bonilla boş mövqedə idi. Yalnız indi İbekoy Gecikdi bir ona qədər, ötürmədi. Bəli, gecikdi. gecikmə bir qədər oldu. Bonilla topla dörmə tamaşaçılar. Bonilla'nın qapıya zərbəsi və son anda Şehiç topu meydandan çıxarır. Künc zərbəsi. Zirənin nəhayət ki, son dəqiqələr ərzində bir təhlükəli hücumunu izlədik. Düzü, daha öncə bir neçə dəqiqə bundan əvvəl bir zərbə də olmuşdu, bir təhlükəli hücum da olmuşdu və həmin epizodda Təmkin Xəlizadənin zərbəsi təhlükəli alınmışdı. İndi isə Künc zərbəsinin növbəsi Zirə futbolçularındadır. Bonilla'nın zərbəsindən sonra qapıcı Şehiç topu meydandan çıxarır. Təhlükəli bir zərbə idi, yaxın küncə istiqamətlənmiş bir zərbə. Künc zərbəsini meydan sahibləri yerinə yetirəcək hörmətli tamaşaçılar. Topun arxasında isə komandanın kapitanı Rəşad Abdullayevdir. Ötürmə gəlir qapı qarşısına. Çox uğursuz bir ötürmə oldu. O qədər də yaxşı edilməmişdi bu ötürmə, bəli. Adil Nağıyevin topu uzaqlaşdırmaq kimi bir ötürməsi oldu bu. Amma top Tərzin yenə də Zirə Cahangirov futbolçularında. Tərzinin zərbəsi və onun zərbəsinin qarşısı alındı. 2-8 nömrənin mübarizəsində Madeira, Təmkin digər daha doğrusu Tərzin Cahangirovun zərbəsinin qarşısını ala bildi. Kamal Bayramov növbəti hücumu başlayır. Tərzin Cahangirov topladı. Yenicə meydana daxil olan futbolçu Hacı Əhmədov. Zirə futbolçuları az öncəki epizoddan sonra bir qədər elə bir ruhlandılar. Amma Pərviz, sənin o epizoda reaksiyandan belə başa düşdüm ki, bu cür epizodlar üçün darıxırsan artıq. Bəli, təbii ki, yəni əgər oyunu izləyirik, şərh edirik və ən azından qapılar qarşısında təhlükəli vəziyyətlər görmək niyyətindəyik. İstərdik ki, fərqi yoxdur hansı komanda. Məsəl odur ki, təhlükəli vəziyyətlər olsun və nə azarkeşlər, nə də biz darıxmayaq. Yəni futbolçuların nə qədər topu bir-birlərinə ötürməsini, qeyri-dəqiq zərbələr, belə bunun nə qədər şahid olacaq. İstəyimiz odur ki, daha çox təhlükəli vəziyyətlər olsun və indi Bonilla irəli. Bonilla'nın zərbəsi və qapıcı Şehiç. Daha bir zərbə olacaqmı? Bonilla, amma bu dəfə qapıcı Şehiç topu götürdü. Təmkin Xəlizadənin hücumu davam etmək istəyi baş tutmur və Bəli, və həqiqətən də çox təhlükəli bir vəziyyət. Bonilla bu epizodda düşünürəm ki, gol vurmağa borclu idi. Şehiç isə zədələnib. Orxan Məmmədov həkimləri meydana çağırır. Bir daha izləyə fikir verin hörmətli tamaşaçılar. Baxın, ötürmə çox gözəl edildi və bu epizodda zərbə anını qaçırdı. Zərbəni bir gecikdi və üstəlik də ki, topu düz qapıçının üstünə vurdu və bu epizodda topu yüksəkdən vurmaq lazım idi. İnamsız vurdu zərbəni. Yüksəkdən qapıçının üzərindən vurmaq lazım idi, amma Nelson Bonilla bu epizodda topu yerlə qapıçının olduğu mövqe, qapıçının üstünə vurdu. Pərviz, mən bir məqamı qeyd etmək istəyirəm. Həmin o topu uğursuz vurandan sonra Nelson Bonilla meydandan kənarda idi və Təmkinin hücuma müdaxiləsindən sonra kənardan Şehiçin arxasından topa müdaxilə elədi. Məncə bu nə dərəcədə düzgün bir hərəkət idi. Təbii ki, Orxan Məmmədov buna qərar Yəni burada indi ötürmə təbii ki, qapıçıya toxunuş var idi, qapıçıya arxadan bir müdaxilə var idi və şübhəsiz ki, qapıçı meydançası daxilində qapıçıya istənilən toxunuş bu artıq qayda pozuntusudur. Amma demək olmaz. Dəqiq söyləyə bilmərəm ki, Bonilla'nın bir də nə zaman belə bir imkanı olacaq. Yəni bir epizodda fikir verirsə Qarabağ müdafiəsinin mərkəzində bir boşluq yarandı. Elvin Yunusadə həmin zonada səhvə yol vermişdi. Yəni fikir verək, Elvin Yunusadə buraxdı. Elvin Yunusadə artıq öz mövqeyini itirmişdi və Nelson Bonilla onun arxasına çox yaxşı açıldı, amma Şehiç onun səhvini sığortaladı. bəli, Şehiçə minnətdar olmalı düşünürəm ki, Elvin Yunusadə bu epizoda görə. Və eyni zamanda Bonilla'nın da bir inamsız zərbəsini qeyd etmək lazımdır. Təmkin Xəlizadə topladı hörmətli tamaşaçılar. İlqar Qurbanov ona mane olmaq istəyir. Təmkin Xəlizadənin ötürməsi və top son anda İlqar Qurbanova dəyərək meydanı tərk edib. Ən azı künc zərbəsi qazana bildi bu epizodda Zirə komandası. Və son dəqiqələr ərzində Zirə təzyiqi bir xeyli artırıb hörmətli tamaşaçılar. Tərzin Cahangirov topa yaxınlaşır. Künc zərbəsini o yerinə yetirəcək. Baxaq görək Zirənin bu hücumlarına qarşı Qarabağın cavabı nə olacaq? Zirə belə deyək, asta-asta Qarabağın qapısına yaxınlaşır. Bəli, açıq real qol imkanı da var idi. Yəni Bonilla həmin şansı dəyərləndirsəydi, bilmək olmaz nə olacaq. Ötürmə gəlir qapı qarşısına. Və burada Rəşad Abdullayev topladı və bu dəfə topu Madeira irəli vurmaqla təhlükəni bir qədər sovuşdura bilir. Ya gözəl hərəkətlər Təmkin Xəlizadədən. Geriyə oynayır. Şəmonayev.
Tərzin Cahangirov topladı hörmətli tamaşaçılar. Son dəqiqələr ərzində Zirənin təzyiqini xeyli artırdığını görürük. İbekoy da irəli atılıb. Bəli, indi Bonilya topladı. İlqar Qurbanov onun qarşısını kəsir. Bonilya bir qədər 3 futbolçunu keçir. mərkəzə meylənir. Bonilya zərbə anı gözləyirdi. Sanki amma ona zərbə endirməyə imkan vermədilər. Tərzin Cahangirov topladı. İbekoy top gözləyir. İbekoy doğru göndərilən top və Şehiç. Amma oyundan kənar vəziyyətdə qeydə alınır. Şehiç çox sərt reaksiya verdi bu ötürməyə. İqbekoy da oyundan kənar vəziyyətdə düşmüşdü, onu da qeyd edək, amma Şehiç təbii ki, bunu gözləmək niyyətində değildi. Bilmək olmaz, durub gözləsin ki, rəqib oyundan kənar vəziyyətdə, hepsi onun təkrarını izləyir, bəli, açıq-aşkar görürük ki, bu episodda İqbekoy oyundan kənar vəziyyətdir, bəli. Düzgün olan idi, sadəcə olaraq onun bu müdaxiləsi İqbekoyun, belə deyək, zədələnməsi ilə nəticələnir. Həkimlər isə bu futbolçuya meydanda müdaxilə edirlər. Tibbi yardım göstərilir İqbekoy'a və 84-cü dəqiqə gedir görüşdə hörmətli tamaşaçılar. Qarabağ təşəbbüsü sanki rəqibə verib və ümumən fikir verirsə həm Tərzin Cahangirov, həm də Təmkin Xəlizadə oyuna kifayət qədər aktiv qoşulublar və onların meydana daxil olması Zirənin oyunu bir xeyli dəyişib, amma Qarabağda nə Richard Almeida, nə Dani Quintana onların oyuna qoşulması, Qarabağın oyunu canlandırması, hansı bir planda, oyun tempində artı müşahidə olunması barədə fikirlər söyləyə bilmirik. İlk dəqiqələrdə bir qədər Quintana sağ cinahda nəsə etmək istədi, amma kəsərli alınmırdı onun bu belə deyək, keçidləri. Richard Almeida isə hələ ki yadda qalan bir epizod Olmayıb. aktivində yoxdur, bəli. Təmkin Xəlizadə topladı hörmətli İki futbolçular tamaşaçılar. onun yanında və top ondan Meydanı tərk etdi. out. Qayda pozuntusunu olub-olmadığını hakimə belə deyək, nəzərlərlə soruşdu, amma hakim out olduğunu bildirir. Richard Almeida Madeira oynayır. Yenidən Richard Almeida. Dani Quintana. Fikir versənsə Pərviz, Dani Quintana artıq sol cinaha Bəli. çəkilib. Zirə futbolçularının isə əks hücumlarda oynamaq imkanlarının şahidi olduq. Yəni onlar bunu bacarırlar. Sadəcə Bəli, olaraq nəinki əks ümumiyyətlə hücumlar, yəni düşünülmüş hücumlar da son dəqiqələr ərzində, yəni bu hücumları gördük biz və hətta bir epizodda az qala qol da vuracaqdılar, amma alınmadı. İlqar Qurbanov topladı, onun ötürməsi qapı qarşısına. Başla zərbəyə imkan verilmədi Madeira'ya. Başla zərbəyə bu epizodda imkan vermir, səhv etmirəmsə Sadiq Quliyev idi. top isə və Kırneta. setkəyə ilişib qalır. Və küncdən zərbə olacaqdı. Topa son toxunuş məhz meydan sahiblərindən oldu. Bir daha izləyirik. Bəli. Küncdən zərbə. Qarabağ künc zərbəsini yerinə yetirəcək. Hakim bildirir ki, Rəşad Abdullayev bir qədər geriyə çəkilməli. Topa çox yaxın durmuşdu Rəşad Abdullayev. Quintana, Richard Almeida. Almeida ötürmə qapı qarşısında paralel bir ötürmə, amma top kimsəyə toxunmur. Çox Out. Ötürməsi qeyri-dəqiq alındı. Bəli, Çox qüvvətli göydə alanda vurdu. ötürməsi. Bir qədər topu aşağı istiqamətdən ötürsəydi daha təhlükəli olardı məncə bu epizod. Nelson Bonina'nın bayaqki epizodunu yada salsaq, ümid edirik ki 90 dəqiqənin tamamında bu futbolçu o epizodu boşa verdiyinə görə peşman olmayacaq. Bəli, çox təbii ki, təəssüflənəcək həmin epizoda görə düşünürəm ki, onun bəlkə də ümumiyyətlə Zirənin geridə qalan vaxt ərzində ən real qol vəziyyəti idi ki, Bonilya qapıçı ilə üz qaldı. Topa sadəcə olaraq bir incə toxunuş lazım idi. İnamsız vurdu o zərbəni və hazırda top sözü gedən futbolçudadır. Və yalnız indi Tərzin və top Meydanı tərk etdi. Bəli, tərk etmişdi. Pupon. Dərhal out yerinə yetirilir. Pupon topladı hörmətli tamaşaçılar. Qarayev, yeni Madeira. Madeira nə edəcək? Topu kim ötürəcək? Qarayev yanındadır. Və hörmətli tamaşaçılar artıq oyunun son dəqiqələri gedir və həmkarım Ürfan Məmmədlini oyun sonrası müsahibələr üçün texniki zonaya artıq yola salaq. Ürfan, sən artıq şərhçi otağından həmin zonaya yollamağını xahiş edirik və qarşıdakı dəqiqələrdə hörmətli tamaşaçılar oyun bitdikdən sonra həmkarım baş məşqçilərlə və eyni zamanda indi görək ola bilsin futbolçulardan da bir kimləsə müsahibələr alacaq. Bu Ürfanı yola salırıq hazırda texniki Səviyyə zonaya. Pərviz tək sükanın arxasında uğurlar arzulayıram. Təşəkkürlər Ürfan, hörmətli tamaşaçılar. Artıq oyunun sonlarına çox az vaxt qalıb. 87-ci dəqiqə başlayır. Başa çatdı daha doğrusu. Qapıcı Kamal Bayramov topu qüvvətli zərbə ilə
irəli vurdu və top meydanını tərk edir. Qarabağ futbolçularının autu Zirə yerinə yetirəcək. Zirə futbolçuları tələsmirlər. Sanki bu görüşdə bir xal onları ola bilər ki, qane edir. Yəni belə söyləmək olar. İgbekoye topladı və küncdən zərbə olacaq. Zirə növbəti künc zərbəsini yerinə yetirəcək. Künc zərbəsini kim yerinə yetirəcək? Tərzin Cahangirov, 8 nömrəli oyuncu. Zirə rəqibin, yəni Qarabağın cərimə meydançasındakı futbolçulara baxıram. 4 futbolçu cərimə meydançasındadır, 5-ci də gəldi, 3 futbolçu isə bir qədər geridədir. Ötürmə gəlir qapı qarşısına, başla zərbə ola bilərdi, alınmır. Hücum davam edəcək. Almeida. Richard Almeida geriyə qapçıya ötürür və Şeyh öz növbəsində topu qüvvətli zərbə ilə irəli vurur. Top meydan sahiblərindədir. Şamonayev. Qapçı ilə oynayır Kamal Bayramov. Sadiq Quliyev topu irəli göndərir. İgbekoye və onun yanında. Azər Salahlı idi, qayda pozulur. Qarabağ futbolçuları tələsir. Topu dərhal oyuna daxil edilir. Richard Almeida. Dani Quintana. Qarabağın hücumunu izləyirik. Cavid Tağıyev geri oynayır. Qara Qarayevə topu göndərir. Qara Qarayev. Elvin Yunuszadə. Almeida. Almeida hələ ki irəliləyir. Top Qarabağdadır. Qara Qarayev sağ cinaha topu göndərir və burada Şemonayev. İlqar Qurbanovun topa yələməsi imkan vermədi. Zirə üçün növbəti bir hücum şansı, hörmətli tamaşaçılar. Qara Qarayev bu hücum şansının qarşısını almağa çalışır. Təmkin Xəlizadə. Xəlizadə topu özünə çox irəli buraxdı və qaydanı pozdu. Sarı vərəqə. Yəni kobud oynadı bu epizodda. Təmkin Xəlizadə. Rəqibin ayağına zərbə var idi. Gördüyünüz kimi 8 nömrəli futbolçu Marcos Madera qarşı kobud oynadı və buna görə sarı vərəqə ilə cızlandırdı. Bir daha izləyirik. Bəli. Tamamilə düzgündür. Çox sərt oynamışdı bu epizodda. Top oynamağa çalışırdı Təmkin Xəlizadə, amma topa gecikdi və ardınca isə rəqibin ayağını tapdaladı. Cərimə zərbəsini Qarabağ yerinə yetirəcək. İkinci hissəyə isə 3 dəqiqə əlavə edilir. Əsas vaxtına 3 dəqiqə əlavə edilir. Görüşün baş hakimi Orxan Məmmədov 3 dəqiqə əlavə etdi ikinci hissəyə və artıq əlavə olmuş 3 dəqiqə başladı. Qarabağ isə cərimə zərbəsi yerinə yetirəcək. Topun arxasında Dani Quintana da 10 nömrəli oyuncu. Hakim müfti səslənir. Quintana'nın ötürməsi cərimə meydançasına. Başla zərbə o qədər qüvvətli deyil və qapçı Kamal Bayramov topu tutur. Bir qədər topu tutduqdan sonra uzanaraq daha bir neçə saniyə qazanmaq olar və düşünürəm ki, Zirə üçün bugünkü görüşdə, yəni Zirə futbolçuları bu qarşılaşmada sanki heç-heçəyə razıdırlar. Əks hücum Rəşad Abdullayev, İgbekoye amma topu itirdi İgbekoye və burada amma yenidən top ələ keçirirlər. Bədavi Hüseynov top itirmişdi, oyundan kənar vəziyyət. Açıq-aşkar görünürdü ki, Rəşad Abdullayev ötürmə etmək lazım deyil. İgbekoye niyə belə bir qərar qəbul etdi? Çünki Rəşad aşkar görünürdü ki, oyundan kənar vəziyyətdə idi. Bəlkə də ona ən yaxın olan futbolçu Rəşad idi, ona görə ötürmə etmək qərarına gəldi. İgbekoye amma yanlış bir qərar verdi. Qarabağın növbəti hücum cəhdi. Cavid Tağıyev, hörmətli tamaşaçılar, sağ cinahdadır. Cavid topu kimi ötürəcək. İlqar Qurbanovla oynuyor. Madera. Madera'nın ötürməsi əks cinaha doğru Pupon topladı. Pupon geri oynuyor. Azər Salahlı. Qara Qarayev. Madera. Madera nə edəcək? Topu kimi ötürəcək. Cavid. Daha bir ötürmə cəhdi. Top meydandan çıxır. Şamonayevdən top meydanı tərk etdi. Bu isə bir əvvəl sarı vərəqə alan Təmkin Xəlizadədir. Qapı qarşı göndərilən top Kamal Bayramov çətinlik çəkmədən bu topu tutdu. Hakimin ikinci hissəyə əlavə etdi. 3 dəqiqənin artıq ikincisi də başa çatmaq üzrədir. Qara Qarayev. Cavid Tağıyev topladı. Quintana. Quintana bir rəqim ikincini keçdi. Quintana ötürmə edəcəkmi? Əllə oyun. Bəli.
Əllə oyun. Top İqbekoyunun əlinə dəymişdi. Əl açıq idi, bir daha izləyək. Bəli. Cərmə zərbəsini Qarabağ yerinə yetirəcək, hörmətli tamaşaçılar. Sol ayaqla zərbə endirmək üçün əla bir imkan Qarabağda. Görək, sol ayaqla bu zərbəni kim yerinə yetirəcək? Yəni topun cərmə və zərbəsinin qeydə alındığı yer bunu söyləməyə əsas verir ki, daha çox sol ayaqla endirilən zərbəyə ehtiyac var, amma təbii ki, bu cür vəziyyətlərdən hətta sağ ayaqla da topu qapıya göndərmək olar, amma sol ayaq variantı daha inandırıcıdır. Richard Almeida belə görünür, cərmə zərbəsini o yerinə yetirəcək. Hakim canlı səddi qurmaqla məşğuldur. Artıq hakim əlavə olmuş 3 dəqiqədə başa çatıb. Yəqin ki, bu cərmə zərbəsindən sonra artıq görüşün baş hakimi oyunu bitirə bilər. Yəni bu zərbə ilə artıq hər şeyi həll etmək olar. Hakim müfti səsləndi. Richard Almeida. Almeida'nın zərbəsi top qapının üstündən keçir. Və bu da son. Bu da son, hörmətli tamaşaçılar. Görüşün baş hakimi Orxan Məmmədovun final utqu səslənir və bu isə o deməkdir ki, Zirə və Qarabağ komandalarının görüşü qolsuz bərabərliklə başa çatır, hörmətli tamaşaçılar. 0-0 hesabı qeydə alındı bugünkü görüşdə. Bu isə nə deməkdir? Bu anlama gəlir ki, Qarabağ komandası xal ehtiyatını 36-ya çatdırır və əvvəlki də yarış cədvəlində vahid liderdir. İkinci yerdə olan Qəbələnin 27 xalı var və hazırda Qarabağ Qəbələnin məğlubiyyətindən sonra qazandığı bu xalla ən yaxın izləyicisi ilə fərqi artıq 9-a yüksəldir. 36 xal Qarabağda, 27 xal Qəbələdə. Zirəyə gəlincə isə Zirə bu oyuna qədər 25 xalı olan Zirə xal ehtiyatını 26-ya çatdırır və turnir cədvəlində 3-cü mövqedə qalır, amma qələbə qazansaydı Zirə o halda yarış cədvəlində 2-ci pilləyə yüksələcəkdi. Və digər görüş komanda